Radio Müstəşar. Sözü olan insanların eşitməli sözləri. Bizə çoxa vaxtı səkəllərimizə var. Vaqiətdə xəbərnigarlıq əgər aqibət bir xeyir olsa zindandan baş çıxarlar. Adlı bir zatdır. Yəni xəbərnigarın şikayət olmasa siz xəbərnigarı şək edin. Bir dənə doğru mən Məsih zindcanlığımı çördü. O zaman bir fərdi به نام امیر کریمزاد وارد oldu meydana و istədi ki bu fəzای بدون هویت دارای هویت olsun. Əmir Kərimzadə Şərifi özü müvəffəq bir adam bilir. Bəli. Şayət balıq bir 50 mورد pərvəndəm olubdu. 50 daha qəzayı, bəli. Ay Kərimzad, mən 89-90-dan sizlə dostluğum var, bəli bu cəmbəz həyatı bilmirəm. Xəbər yanında mənə, yəni ayıtmaq. Mənim əsli həmrahım xanımımdır. O bu cür ittifaq در طول عمر در روزنامه‌نگار çox məhdud düşə bilər. Çünki xəbəri götürün və biz götürmədik. Və biz o götürmədiyimizin törəyini apardıq. O idi. Vəli xub həssas bir xəbəridir. Çox həssas. Bəli. Əlbəttə bu il bizə bir dənə fövqəladə xəbərsaz idi. Xəbərnigar müvəffəq olsun mütəhhid olar. Möhtəməldir ki, Nəsr News-da bir gün gələ Tehranda müstəqil olar. Nə, Nəsr News-un rişəsi Təbrizdən Azərbaycandan qalacaq və bizim hüviyyətimiz Azərbaycandır. Getməyəcəksiniz. Qətibi yəqin getməyəcək. Vəli eləyə bilərik ki, Tehranda bir şey olur. Fəqət səhifə Instagramın Nəsrin ruzanə 4 milyon viyusu var. Yəni 8000-dən payqar xəbər var. Salam Nəsr bir bəxş idi ki, müxatəblər yaratdılar. Adamlar asansorla gedib asansorla deyəcək şayət. Dedi siz bu pulu alın, Nəsri verin bizə, gedin ayrı Nəsr Plus başlayın. İşte qanun cavab vermiyor, labı cavab verir. Biz məsələ olurduq, toğun eşidirdik, iftira eşidirdik. Mən nə vaxt evin sənədini götürsəydim deyər bilirəm ayəcəksən. Nəsr News xətt tiri rəis cümhur məsul pezişk. İnanmırdım bir gün rəis cümhurun işi düşməyə. Bir çoxlarınıza xəbər oxumaq, xəbər eşitmək, xəbərdən xəbərdar olmaq bir dana gündəlik adətə təbdil olubdu. Xüsusən istisiz çox sürətlə bilərsiniz ki, Təbrizimizdə, ölkəmizdə, dünyada nələr yaşanır, nələr keçir. Amma nə cür olur ki, sizə bir seri xəbərlər yetişir, biriləri bunları axtarırlar, araşdırırlar, tapırlar, yazırlar, yayırlar və siz xəbərdar olursunuz. Onların biri də əziz, sevimli Nəsr News ajansıdır. Ajansı xəbəri təhliliyə Nəsr News. Can dostlar, dəyərli Radio Müstəşar yoldaşları, salam. Hər vaxtınız xeyir olsun. Mən Aydın Namdar, bura Radio Müstəşar studiosu və çox sevinirəm ki, bir taza bir Radio Müstəşar epizodu ilə sizin qulluğunuzdayım və bu günlərimə mənim dəyərli qonağım Əmir Kərimzad cənablarıdırlar. Nəsr News-u در واقع yaradan, Nəsr News-un başçısı. Əmir Kərimzadla çox səmimanə bir söhbətdə xəbərnigar olmaq, xəbərnigarlıq həyatının alçaq ucalarını danışdıq və mən sizi çağırıram ki, bu danışığı eşidəsiniz. Müntəha ondan qabaq Radio Müstəşar epizodların ictimai şəbəkələrinizdə, səhifələrinizdə, Instagramınızda, Twitterinizdə hər bir harda ki eləyə bilirsiniz. Yayın, dostlarınızı xəbərdar eləyin. Əgər YouTube-dan bizi görürsünüz, subscribe tuşunu bırın və onun kənarındakı zınqıronun da rəngini dəyişin. Gedək Əmir Kərimzad və Aydın Namdarın danışığını eşidək. Çox xoş gəlmisiniz Sayın. Səlamət olasınız. Əhvalınız necə? Yaşayasınız, çox məmnun. Çarşənbə günü. D ayının 26-sı axşam 8-ə bir ruh qalır ki, biz bu danışığı başlayırıq. İftixarına etməz. Var olasınız, çox sağ olun. Ay Kərimzad, mən bir seri suallar hazırlamışam sizdən soruşum. Bu yəni bizim Radio Müstəşardakı rivalımızdır. Müntəha əvvəldə çox həyəcanım var biləm ki, məsələn xəbərnigarlıq hardan başlar? Nəcür olar bir nəfər deyir, mən indi xəbərnigaram. Ya məsələn, sabah gəlirəm xəbərnigar olam. Bu hardan başlar? Aynı anda necə ki, tamami məharətlərdə bir zaiqə və istedad dəruni istəyir.
Xəbərnigarlıq da o cürdə. Əgər bir fərd əlaqə və xəbər olsa, gərək zatında da o olmuş ola. Xəbər yəni mənə, yəni ayıtmaq, müxatəbi, tərəfi müqabilizə ayıtmaq. Tərəfdə gərək o istedadı dəruni ağahsazi ola. Və əgər bu hiss olsa, məsir zindəcanlıda çönsə bir səmti xəbər elə bilər yaxşı xəbərnigar olsun. Və sonra neynər? Elə ki bildi bu əlaqəsi var. Bəli. İstedadı da sorağı var özündə. Hansı qapı çalmalıdır? Elə tamam məharətlərə tay əvvəl bu tür elmi gərək ola. Yəni gedə bir səmti elm danış. Hala bu ola bilər bir şəkildə təcrübi olsun, ola bilər bir şəkildə akademik olsun. Ola bilər bunların tərkibi olsun ki, həm elmi olsun və həm təcrübi. Və bunların mühasələ ola bilər bir zobda xəbərnigar ki, məsuliyyəti sevaya bir məmuli insan olmaq, insanlara ağah eləməkdir. Və sonra bunun məratibi nədir? Yəni əvvəl hardan başlar, sonra hara gedər, sonra yapı axir dərəcəsi haradır bunun? Vəzir irtibatataca yeri var da. Vallahi nə arz edeyim? Vaqiətdə xəbərnigarlıq əgər aqibət bi xeyr olsa, zindandan baş çıxardar. Vəli əgər xeyr, aqibət bi xeyr olmasa, elə bilər vəzir olsun, elə bilər vəkil olsun, elə bilər nümayəndə olsun. Niyə belə sizdən şikayət edirlər? Kuna xəbərnigarlardan niyə belə şikayət edirlər? Allah ayı rəhməti ustandar əsbəqə rəhmət eləsin ki, 4 ay içində bizim ustandarımız oldu. O bir gözəl tərifi var da xəbərnigarlıqdan və mən çox söydüm və çox yerdə işlətmişəm. O da buna qeyd edir ki, düzdür sizin işinizin niyə qədasəti var? Dedik, yox, ay ustandar nə mənədir? Dedi, peyğəmbərlər nəyə gəlmişlər? Nuzul peyğəmbərlər nə məni idi? Ağahsazi ümumi. Nə qədər məşəqqət çəkdilər, nə qədər çətinliklər çəkdilər. O da öz peyğəmbərimiz, o birisi peyğəmbərlər. Sizin də işiniz ağahsazi umumidir. Yəni siz məsiri deyirsiniz ki, bu məsir düz deyir, şayət hamı ehsas edir düzdür. Bəli siz az qəbəl təbaat və əsəratı ki görürsünüz, bir vasitə irtibat ba müxatabız deyirsiniz ki, bu yol iştibat və bunun həzinəsi var. Bu həzinənin də bugünkü günlərdə bəhs, şikayət və etirazdır. Əlbəttə mən özüm şayət balıq bər 50 mورد pərvəndəm olubdur. 50 qəzayı, bəli. Bizim üçün şakirlərimizdə şakihay məmul olmaz da, yəni məsələn sizin məhəlli uşağınız olmaz. Bəli. Şakiz ya nümayəndə məclisdir, ya sahiban zərdir, ya sahiban zurdur. Və bunlar da hamısı sahiban qüdrətdirlər. Bir tədadın qanun qüdrət verir, bir tədadına pul qüdrət verir. O əsasda siz bunlarla tərəfsiz. Vəli xub Allahın lütfu ilə mən bu 50 mورد pərvəndədə, balıq bə 50 mورد hamısında təbriə olmuşuq. Niyə ki, əvvələn işimizi usula aparmışuq qabağa, müstənədatla bir ruidadı güzariş eləmişuq və dərsani caygah vəkaləti də ərziş qail olmuşuq və vəkilin də köməklərindən istifadə eləmişuq. Hamısında biz təbriə olmuşuq. Yəni mən əlarəqmin ki, şayət 50 dəfə ihsar olmuşam sistemi qəzaiyə, dəstgahı zabit qəzaiyə, مثل polis fəta və polis itilaf əmniyyəti intizamiyə vəli hamısında başuca tutulmuşuq və təbriə olmuşuq. Adlı bir zatdır. Yəni xəbərnigarın şikayət olmasa siz xəbərnigarı şək edirsiniz. Cəlibdir. Hala Nəsni Uzun əhvalatını danışacağıq. Vəli fikrim polis fəta ilə çox tez-tez getdiniz bir yerdə. Yoldaşıq. Polis fəta bir vasitə ki, müştərilər yox, sabit müştərilər. Mən məsələn vardığında qarşınızda hamısı soruşarlar, keyfimi soruşarlar. Bəli, cinə nə olubdu, nəcr olubdu və bu vasitə xub işimiz təbiidir. İndi açıq pərvəndəz var? Bəli, 3 daha pərvəndə var. Söysüz danışasınız. Hala pərvəndələr səlamət olasınız. Bizim kargerdanımız deyib ki, bu Nəlbəkin səsi gəlir. O gəlməsi olmaz. Buzurg var. Hala rizə pərvəndələr şayət demam yaxşı olmaya. Bəli, haracan söylürsünüz? Bu cür deyim ki, şayət bir dənə sələm yaddaşdır vərzişin əsasında tərəf müxatab müqabil ehsası bu elib ki, rəhcələ şikayət eləyə və dəstgah qəzai təyin təklif eləyə. Ya məsələn, mövzu Gürcistan banın moridində ki, əlbəttə onun əxirən mən Ruzi Pedər bayramlığını aldım və məni təqibi dəqiqən SMS axşam çay gəldi. Bəhbə, çox qəşəng. Allah dəstgah qəzai dəstur təbriə verdilər və məni təqib. پرونده varımızdır در خصوص موضوعات بهداشتی و درمانی. بعضی مراکز درمانی مثلا موضوعاتی gəlib qabaq olan موردunda گزارش işləmişik.
در راستای آگاهسازی عمومی خب جبهه şikayət ediblər. Adlı bir ittifaqdır. Mütəvəccüh. Bəli, mən Allahdan həmişə istəmişəm ki, Dağıstanın pillələrdən üstə elə bu cür məbahislər nəticədə heç vaxt özümün mordunda olmasın. Bəli. Yəni biz pərvəndəهای در خصوص تأخیر bir dənə şirkət هواپیمایinin بلیط و بحث پروازدارın موردunda در خصوص تضییع حقوق bir şəhrin insanları موردunda, fəzai səbz موردunda və qısələ hazır. Cəlibdir. Bunlar hələ pərvəndəهای qəzaidir da. Bəli. Təhdidهای fəraqanuni necə məsələn bir zəhv vuralar, dalızdan düşələr, adam yollayalar, kölgə görəsiz dalızdan. Ay namda zat xəbər elə nəşət گرفته از budur ki, həttəmən iki teyfi var. Siz bilən xəbər qətl. Xəbər qətl میدونن اتفاقی biz deyərik حالا bir əsl var روزنامه‌نگارda deyirlər bad news best news. Bədtərin xəbər bəhtərin xəbər است. شاید ذات insanımız bunu qəbul eləmir, ولی خب bu cürdür. Biz də bunu təcrübə eləmişik. Hala bir dənə ruydadi مثل qətlidə siz vaxtı xəbər vurursunuz, şayad deyəsiniz kim bu xəbərdən gərək narahat ola, xop siz vaxtı vurursunuz ki, bir dənə qatili tutmusunuz, hamıca söynə. Der halbuki xop xanavadə qatil o cürdə. Xanavadə qatil bizə bir ayrı model baxırlar. Deyirlər bizim niyə məsələn xəbərimiz. Der halbuki xop bu دستگاه قضایی دستورundan bu xəbər çıxır. تمامی خبرلردا یا در مورد اخیراً اتفاق توش تو بیمارستانان birində به جای داروهای شیمی درمانی آب مقطر استفاده کردن. Axı o xəbər و nə qədər xanvadələr, bəli, xanvadələr ki dağdar olmuşlar به خاطر bu və adam deyəndə tühlə biz durur. Tərəf با تمام اعتماد gedir bir dəstgah درمانیه və orada bu ittifaq düşür. Siz fikrin bunun xəbərin yaymağın خب təbat olacaq, təbiidir. ولی خب اگر bu اتفاق düşməsə görün nə faciə olar. Dəqiqən بعد از bu انعکاس bu əxbar biz mütəvəccüh olduq ki, Tehranda bir بیمارستانdan bir مثلا şəriətdə ki, bu özləri dedilər. Bir il qabaqdan bu ittifaq düşür. Və enəkas bu xəbər باعث oldu onlar da etiraf eləsinlər buna və bu iki bərxurd olunub neçə nəfərlər tutulub. خب zat xəbər budur. Hala bu ki təhdid olaq təbiidir, oluruq bəli biz ki məqamatdan kölgələrdən görəsiz da evə gedəndə. Və adət eləmir. Çox keçə. بعد از 18 il hala bəhs nəsrdə 25 il sabiqə xəbərim də adət eləmiş. Ay Kərimzad çox söyürəm gedək sizin uşaqlığınıza bir baş uzaldaq, oranı görək tanıyaq. Vəli o 7 il nəsrdən qabağı danışaq. Nəsrdən qabaq haralarla işləmisiniz? Mənim xəbərnigar müstəqil işləm. Onu açıqlayın. Mən kar xəbərimi rəsmən yəni بعد از تحصیلات دانش آموزون من مدرسه‌dan sonra başladım روزنامه عصر آزادی. بعد از bir دوره آموزشی که در کل فرهنگ ارشاد اسلامی وقت برگزار elədi سال 78 79 da biz vارد چرخه کار حرفه‌ای خبر olduq. روزنامه عصر آزادda mən işimi başladım və orada نزدیک 6 ilə yaxın yəni قبل از خدمت سربازım orada idim və sonra getdim xidmətə. Həmzaman با xidmətdə İdarəsani ilə xəbərgüzari İrna və xəbərgüzari Fars ilə həmkarlığım var idi. Ta اینکه بعد از اتمام دوره خدمتیم و 1 il fasilə ilə Nəsr mütəvəllid oldu 1387-dən və الان نزدیک 18 il çıxmışıq. Çox qəşəng. Ay Kərimzad, bir dənə sualım var idi, saxlamışdım indiyə. Nəcirdir müsahibə olmaq nəcirdir? Buradan siz müsahibə eləmisiniz. Bəli. Kim buradan sizdən müsahibə olmayıb diyor. Nə bu şəkildə müsahibə olmuş. Şayad məsələn bir mərasimdə zətdə olub, vəli bu işi müfəssəl oturaq tarixçi zindəganımızı dəhsə təcrübə xəbər idi ya xeyr indi ittifaq düşməmiş. Hissi nəcirdir? Zalib hissidir, xop təcrübələmək. Bəli. Zalib. Çox qəşəng. Gedək sizin uşaqlığınıza, harda doğulmusunuz? Hansı tarixdə, hansı ailədə və o ailədə doğulmaq sizi nə cür hidayət edib xəbərnigar olmaq? Salamat olsun. Mən 1362-nin 8-ci ayının 30-unda Təbrizin Müttəhid məhəlləsində Ticəhmədlilərdə Tac Əhmədiha. Orada dünyaya gəlmişəm. Atam bazarı idi, başmaqçı idi Təbrizin qədim sənətlərindən. Bəli. Bəd anam da xanədar. Bəd anam tərəfi Kollənd Lopəzdilər. Mənim 7 də dayım var, 6 Lopəzdir. Bəd 5 Təbrizdə, bir də Almanda idi və Allahın rəhmətinə gedibdi. Allah. Bəd bu bəhsi نگاه ژورنالیستی به موضوعات fərdin cəzatında olduğu dedim xidmətçiyə. Buyurdunuz bəli. Mən də elə uşaqlıqdan, be xüsus dövran dəbiristandan
وارد شوراهای دانش آموزی، شورای دانش آموزی استان، شورای دانش آموزی کشور، مجلس دانش آموزی اردن و اردو هدفمız بیشتر جریان سازی، احقاق حق، به دنبال حق الماق، آگاه سازی عمومی و بله من 4 دوره yaxın کتابخانه دبیرستان آیت الله طالقانی منصور سابقده مسئول کتابخانه ایدیم. یعنی orada من کتاب oxuyardım. Orada قبل از bu təxribmiş ittifaq düşdü. Bir də nüsxə xətti var idi ki, mən məsuliyyətim var olan nigahdarlığında və timarında. O zamandan kar fərhəngi و kar qələm به دست almaq, yazmaq var idi. O zaman روزنامه‌های دیوارda işlərdi. Sonra ki vارد بحث دانشگاه oldum. Mənim məsələ danışgahım əslən kar jurnalistiyi ilə uyğun deyildi. Mən şimi oxumuşam. Hansı danışgah? Danışgah Peyamnur Təbrizdə. شیمی ده حسب علاقم getmişəm. ولی sonra gördüm ki mənim məsələn مسیر زنده‌جانlığım با کار مرتبط با رشته شیمی uyğun deyil. Mən bu işdən bir azmaşgahda bir dənə maddənin موردunda کنکاش eləyəm, nəticə eləyəm. Mən eləyəmirəm o ارزای روحی olam. و به دنبال همزمان با تحصیلم به دنبال کار روزنامه‌نگار oldum و bir dənə دوره من مسیر زنده‌جانlığımı çözdü. Həmin دوره روزنامه‌نگاری içərisində onda bir خانه خبرنگار vardı. Mən yeri var. Adaparam آقای کمال‌الدین نیکرفتار کلاندا روزنامه اطلاعاتın sərpərəstlikləri var. Onlar bu dövrəni bərqərar elədilər və biz ماحصل o doğruyuq. Və təqribən bir 20 nəfəridik ki, الان da 5 nəfərimiz feylən mərhələ ilə روزنامه‌نگارda vardı. O 4 nəfərin adını aparaq. بله آقای مقدم، خانم فرنوش اکبرزاده، آقای خوشنیت و Onlar Təbrizdədirlər də. Bəli, bir də vardılar. Kələn işləyirlər. Çox qəşəng. Ağay Kərimzad, niyə başmaqçılıq eləmədiniz? Başmaq da vaqe tövlidi. Əslən o məsələ ata baba şuğlu məsələdən Mən indiki şəraitimdə olsa həttəmən gedərdim başmağında. Sadiq Cəmalda bunu deyildi axı. Niyə gedərdim? Yaqub da deyildi ki, mən indi mayanda qalsaydım, bətər pulum var idi. Dəlilim var. Az cümlə dəlaili ki, getmədik başmağın dalısına. Allah'ın vası rəhmət eləsin. Bizim ata amili idi ki, getmədik. Allah rəhmət eləsin. Nur içində yatsın. Səlamət olasın. Mənim atam çox kiçiklikdən başmaqçılığı başlamışdı. Və xatir ki, o atalar tez fot eləmişdi. 5 yaşında idi. Ona görə məsir zindəcanlıqlar naxasta getmişdi be səmtə başmaq. Heç vaxt əlaqəsi yox idi başmağın işinə və heç vaxt müvəffəq olmamışdı Beyzanın özü. Hala bizim nəzərimizdə müvəffəq idi. Vəli Beyzanın özü heç vaxt müvəffəq olmamışdı. Çün tövliddə idi. Mərhəli əksər elə sənaye dəstə o ittifaq düşür. Mərhəli tövliddə də sud yoxdur. Mərhəli furuşda sud var. Bəd o əsasda həmişə bizə deyər ki, bazarı yaddan çıxardın, başmaqçılığı yaddan çıxardın. Fəqət işçilərin dərsən. Bəli. Biz 2 qardaş bir bacı yox. Üçümüz də qarmandıq. Yəni heç birimiz bazara getməmişik. Beyzanı xastı mərhum atamız. Bəli niyə indi əgər bu şəraitim olsa gedərdim? Bu xatirin ki bu fikrinlə ki الان varımdı, bilirəm ki orada da mən müvəffəq olardım. Və hətta o zaman ki gedərdik dükanımıza, əlaqə ilə gedərdim və çox əlaqəm vardı. Vəli xub israr atamız heç vaxt getmədik başmaqdan. Allah rəhmət eləsin. Səlamət. Ay Kərimcan, elə adam olubdu zəhvrasız biləsiniz deyəsiz. Xəbərnigarlıq bətərdir, dücə xəbərnigar. Ya bərəksi ha, bir nəfər zəhvra deyəs aman da ha. Əslən söhbət. Mən hala indi xub əvvəli şimdiki yox, vəli indi به نوعی demək olar ki bir nəfərlə ki əlaqəsi var, onunla danışsam və neçə daha sual soruşsam deyərəm ki, sən məsiri səmt xəbərnigarlıq olsun ya yox. Bir dənə xanım vardı, təqribən fikrim 6 il zat qabağıdır. Gəldi Nəsrə, çox fəal, aktiv, sənsiz fikrin tərəf mübtədidir. Elə 3-cü müsahibəsinin rəis danışgahı Azadə Təbrizin o zaman ay əngəci idi. Müsahibə elədi. Mən çox söydüm bunu. Vəli mən bir ləhsə به واسطه şərait bunun zindəcanlığı və karizmay özü dedim ki, sən kar xəbəri dərdə dəyməsən. Onda çox narahat oldu, vəli indi qəddandı və məsir zindəcanlığını çördüm. Çünki bilirdim ki, o şəkildə getsə idamə tapa bilməz. Vəli xub bərəksi də olub. Tərəf şəb məsələn deyib mən istəyirəm xəbərnigar حوزه فرهنگ و هنر olam. Mən o eləmişəm xəbərnigar hadisə. Ki özü dinanmazdı və indi yeki از خبرنگاران حوزه حوادث تبریز çox da qəşəng işdir. Bu da xanımdır.
Tərəfindən danışmaqla biz bildik ki, bu ediyə bilər hozada ya yox. Ya الان مثلا bir həmkarımız var, xanım Bəni Nusrət. Bu nəqqaşdır. Gözəl nəqqaşı seçər. Biz ittifaqa halətdə bizim bir mahnaməmiz var idi. Məcmuə Şəhri Kitabda da furuşa yetişər. Mahnamə Nəsr Azərbaycan. Biz onu alıb oxumuşdu. Bir dənə bizə gözəl yaddaş yazmışdı در مورد Nəsr Azərbaycan. O zaman fikirəm məşrutiyyət mövzusudur. Çox gözəl mətləb yazmış. Mən o mətləbini oxudum, dəvət və həmkarlıq elədim. İndi 3 ildir bizlə həmkarlıq edir. Yeki az xəbərnigaran Huzur Fərhəng Hünər. Dairəyə kəlimatı çox vəsidir, çox gözəl mətləb yazır və özü də الان çox ləzzət tapar bu işdə. Nə gözəl. Xoş. Əmir Kərimzadə Şərifi özün müvəffəq bir adam bilir. Bəli. Niyə? Bəlkə istəməyə yetişmiş. Və əslən tərifimiz bir dənə müvəffəq xəbərnigardan jurnalistin fərqi var. حالا اصطلاح سلسله و طبقات desaq bəli, yəni fərd əvvəl xəbərnigar olur, xəbərnigarlıqdan sonra روزنامه‌نگار olur, روزنامه‌نگارdan روزنامه‌نگار ərşəd olur. Bu در واقع bir dənə təbəqə bəndi məktubdur da. Bəli, təbəqə bəndi rəsmidir və Vəzarət İrşad da bər əsası əslən kart verir tərəfə. Silsilə məratibi var, təhsilat daxildir və tərəfin təcrübəsi də mühümdür. Jurnalist حالا اصطلاح انگلیسیه ولی همان روزنامه‌نگار معناسی var. Aha. خب bir dənə xəbərnigar əvvəldir, yoxsa sonra gələk روزنامه‌نگارı da danışaq. İndi siz xəbərnigarsınız ya روزنامه‌نگارsınız? من حالا بر اساس او متدی که var روزنامه‌نگار محسوب olurum. خب بسیار. Bir dənə xəbərnigar müvəffəq kimə deyir? Xəbərnigar adam çox hamıdan tez müxabir elər də. Bu mühümdür. Xəbərnigar müvəffəq olsun mütəhhid ola. işinə, yəni təəhhüd ola. شاید خبرنگاران تفاوتی o birisi şəhərvəndlərlə bu olar ki, xəbərnigar zobda hər zada به دید ژورنالیستی və به دید xəbəri baxa. Mən özüm ki, neçə dənə məmləkətlərdə donanmışam, bəzilərini siyahətə getmişəm, bəzilərini kara getmişəm. Mən orada bərdاشت xəbərim çox yuxarı olub. Keçən il yox, iniş il mən Allah lütf elədi getdim həccə. Həcc təməttüa. Mən nəzdik 36 gün orada idik. 60 dənə tizə çəkdim. Və səhifə Instagramda da qoyurdum və çoxları fikir ki, mən təsvirlər aparmışam ora. Sədabərdər aparmışam. Çünki tənzimlər Allah ta hududi hərfəyi ilə nimə hərfəyi gedir. Vəli niqah jurnalistinə. Mən orada Məkkəni sərfən bir şəhər məzhəbi mərifə eləmədim. Mən orada hökmrani Twitter göstərdim. Twitterdə necə hökumət eləyir. Orada خاندان سلطنتی بن سلمانان نگاهان به بیستی عربستان göstərdim ki, əxirən də bəhs cam cahani میزبانçılığına təid oldu. Və اتفاقاتی ki orada düşür. Oranı getdim aşpazxanasından, aşpazxanaya mərkəzindən güzəştdən. Aslında bunlar heç bir həccə rəbti yox idi. Vəli mən o fərağətimdə nigah xəbərimdən istifadə etdim. Cəlib. Ya səfəri ki Koriyə varım idi, Koriyə Cənubiyə. Mən yeki az arzularım bu idi ki, imperatoriya interneti dünya gəlib görəm. Ki حالا o zaman nəzdik 8 il qabaq getdim Seula. Oradan isə mənim baxışım mütəfavit idi. Biz orada getmişdik, Hyundai'nin qonağı idik. Getmişdik karxanə Hyundai'dan bazılı. ولی من بیشتر از اونی که در مورد هیوندا گزارش verəm, در مورد şəhər Seul, şəhər Busan, mücəssəmələri, elemanları çox gözəl idi, bəzi ittifaqlar kurdu vardı. Onlardan guzarış təhiyyə edirdim və o zaman da çox gözəl mən təsir və nigah jurnalist gördüm. نگاه روزنامه‌نگار خبرنگار موفق باشه هر زده متحدانه baxa, bir təfavüt rədd olmuyor. Bu sürətdən də danışın. Bilirəm ki, xəbərdə sürət çox mühümdür. Üç şərti var: sürət, diqqət, səhət. Sırfən sürət yox. Sürət biz deyərik xəbərهای hadisədə məmulən اولویت var. Məsələn, misal ərzədim xidmətinizə bu ittifaqı ki, əlbəttə bu il bizə bir dənə fövqəladə xəbərsaz il idi. Bəli. Biz ارزش خبره بر اساس ارزش‌های خبری با 6 تا ارزش xəbərimiz var. Yəni əgər 3-ü bu ارزش xəbərlər bir daha ruydad olsa, onun ارزش xəbərsi yuxarıdır. Bu il bizə ittifaqat düşüb ki, hər 6 ارزش xəbəri onlarda olubdur. Burada dayanın, o 6 ərzişi eşidənlərimiz, görənlərimiz örgəşsinlər. Bəli. Sizdən sonra gedək bu. Salamat. ارزش‌های xəbəri şöhrətdir. Bəd, yəni tərəf məşhur bir fərd ola. Dərbərgiridir. Yəni çox adam ona həssasiyyət ola. Bədi mücavirətdir. Yəni sizin
ətrafınızda اتفاق düşər. Bəli, yəni bir daha ittifaqı əhvazda düşsə məni nisbət به əsas مجاورت استثناdır. Yəni bir daha رویدادی düşər ki, istisnai bir ittifaq ola. Bəd biri fəragiridir, yəni xəbərin göstərəsi çox yuxarı ola və axırıncısı tazəgidir. Yəni bu 6 dənə عناصر ارزش‌های خبر، عناصر yox ارزش‌های خبر. Məsələn, به عنوان مثال bu سقوط بالگرد آقای رئیس جمهور da bunun 6-sı var idi bizə. Çün əvvəla mücavirət idi, tazəgisi var idi, şöhrət idi, dərbərgiri idi, fəragirisi yuxarı idi və tazəgi idi. Hamısı yəni şamil olurdu. Bizim də rəsanə az cümlə mədud rəsanələrdən heç ləhzə əvvəldən orada idi. یعنی آژانس خبری تحلیلی نصر اولین خبر سقوطو گویده و یکی از تجربه های تلخ من او زمانه تلخ از بابت انعکاس، شیرین از بابت بود که اولین رسانه دو که برای اولین بار رسانه هایی مثل MBC آمریکا، BBC انگلستان، العربیه، الجزیره به نقل از نصر خبر جدی و مستقالır. ولی خب çox تحت فشاردıq. Siz bunu nəzərə alın ki, bu ittifaq düşüb. Bu əbadda siz də əvvəlin rəsanəsiz. Yeki az rəsanələr istəmirəm adını aparam. Bütün o zamandan da gözümdən düşübdü. Təksib elədi bizim xəbəri və dedi ki, ağay rəis cümhur maşınla gəlir bu səmtə Təbriz. Və biz də şədidən təhت şahid deyil ki, mən quşumu xamuşladım, dedim qocuq nəzr olur. Yəni o qədər zəh var idi sizə. Zəh var ki, xəbəri götürün və biz götürmədik. Və biz o götürmədiyimizin törəyini apardıq. Niyə ki, əvvələn xəbərimiz düz idi və saniyən bizim müxatabımız etimadı neçə bərabər oldu. Və rəsanələr beynəlmiləlində nisbət به biz baxışlar çöndü. Bexüsus şəbəkə xəbəri Anadoluya Türkiyə və CNN Türkiyə çox da irtibata varid olduq. Kar hərfəyi hüsəsində təfahümnamə həmkarlıq bağladıq biz Anadolu ilə və bu bir dənə bizə səkküy pərtab oldu. Bəli. خب تازگی که بروز sürət o idi. Vəli xub حساس bir xəbərdir. Çox həssas xəbər. Bəli, siz bunu nəzərə alın ki, siz bir risk edirsiniz. Səhhət xəbər təyid olmur heç kəsin tərəfindən. Bəli, sizin orada nə fərz var idi da? Fikirəm hadisənin siz hamıdan yaxınıdınız hadisəyə. Ləhzəyə əvvəldəki, xub biz orada da idik. Bizim xəbərnigarlarımız maşınla Zulfadan gəlmişlər Təbrizə. Ağay rəis cümhur və heyət həmrahı Zulfadan gedirdilər və səmtə Misir Süngün və helikopterlə gedirdilər. و o hadisə ki, ittifaq düşürdü. Bizim xəbərnigarımız yox idi. Vəli بعد از اینکه biz xəbəri mənbə müvəssəqdən aldıq. Və bu mənbə müvəssəq heç vaxt biz demədik kimdir və təyid oldu və sonra şürdü rəvənd ittifaq. Bəli, sizin əsnad məhrəmanəzdə o mənbə müvəssəqin bəli. Və sonra biz əvvəlin rəsanəyə düşüb nəfər yolladıq. Xatiriniz olsa bir filmlər çıxdı oradan ki, motorsəvarlar və bəli. Rəis Cümhur və İmam Cümi Məhbub və Ustandar Məhbubumuzdular. Bizim xəbərnigarımız yeki az rakiban həman motorlar. Yəni o ləhzəyə əvvəl yetişdilər və bir daha gözəl müstənəd işlədik bu namı Suqut sərnəviş adında ki 3 zəbanda da tərcümə olub zirnəvis. Hələ bir qədər dəşvarهای beynəlmilləliyə mərif eləmiş. خب bu cür ittifaq در طول عمر bir daha روزنامه‌نگار çox məhdud düşə bilər. Bəli, xub siz ki bursa sürət burada əvvəliyyəti var. Sürətlə varid olasan və təsmin tutasan ki risk eləyəsən. Çox rəsanələr otdular ki, məraci rəsmi təyid eləsin, məsələn şəbəkə xəbər desin, sonra vursunlar. Məsələn Nəhad Riyasət Cümhuru özü müntəzir idi, yəni. Bəli. Vakuneş bizə də zaman apardı. Bir cəlib nöqtə deyim o hadisədən. O nəfərləri ki, motorsəvarlar gedirdilər ora, mənə biri çox gözəl söz dedi. Dedi ay Kərimzad, inanmırdım bir gün rəis cümhurun işi düşə mənə. Əcəb. Əcəb ağır cümlə. Yəni ətrafiyan ağay rəis cümhur bunlardan xahiş eləmişdilər ki, çünki fəza xub xas fəza idi. Siz gedin rəis cümhuru tapın. Xub o gün xas gün idi. Biz də məmuriyyətə getmişik Tehrana, müsahibəmiz vardı. Səfir Türkiyə در Tehranda. Yəni dəqiqən o günkü ittifaqçı sabahsız müsahibə. Ekib əsli xəbərimiz Tehranda idi. Ki کلا برنامه‌مız دایدی ببینم مصاحبه کنسل oldu چون وزیر امور خارجه ترکیه gəlirdi İrana بعد از hadisə və sonra da biz də getdik. Ay Kərimzad, mən fikirəm əbad bu hadisəyə biz saatlar danışa bildik. Bəli. Bəli, xub zamanımıza görə və mövzumuza görə bizə də istəyirəm fasilə açaqla ayrılaq bu mövzudan. Bu xəbərdən sonra ağır tərin, qaranlıq tərin sizi çox canınızı sıxan xəbər ki işləmisiniz.
Bu 25 il xəbərnigarlığınızdan əminəm. والله Gülürəm ki, bu sədridədir ha. Yəni bunu çıxıram və mütəəddid ittifaqat düşüb ki, bizim və mən və həmkarlarımın ürəyin titrədib. Be xüsus hala hövzəyə həvadisdə məmulən bu cür ittifaqlar düşüb. Birini ərz edeyim xidmətinizə, bizim həmkarımız və xanımı Səhər Məğfərət. Bu bir guzarış işlədi در خصوص اهدای عضو. Siz için روز دوشنبه günü bu منتشر oldu Nəsrdə. در مورد مزایاسی اتفاقاتی آمار ارقام فلان. روز پنجشنبه günü mənim telefonum zəng verdi və عنوان olundu ki, sabahlan bir ihdai uzvi var Bimaristan İmam Rıza'da. Siz də şu guzarışı yazmışsınız. Yaxşı olar ki, gələsiz guzarış təhiyyə eləyəsiniz. Və bizim elə mən xanımı Məğfərət məsuliyyət verdim ki, getsin. O getdi. Sopa cümə idi Bimaristana. Diğer kəmzədura yetişmə həmin bir dənə xanım gəldi, mənə qucaqladı və şədidən ağladı. Və mən dedim ki, mən tanıyamadım biləriz. Siz xanım Məğfərət dəsiniz? Dedim, bəli. Dedi, sizin guzarışınız biz ruzu Doşənbə Nəsrdə oxuyduq. Və bər əsas o getdik kart uzviyyət ihdai uzv olaq. Mənim bir qızım var, o da 13 yaşında. Biz ki, babası ilə danışıq da əmurda ihdai uzv olaq. O da dedi ki, mən də istəyirəm ihdai uzv olam. Və babası bətər istəndi ki, qızım sən ələ uşaqsan, biz sinimiz keçib, biz çıx bu işi yox, sən niyə filan. Və israr getdik kart uzviyyət aldıq. Və əlan fot edib, mərgi məğz edib və büyündən gəlmiş qəzasını ehd eləyək. Yəni elə bu 4 günün içində. Cümə getmişdilər Cufiyə, qeydəndə təsadüf eləmişdilər və mərgi məğz idi. Və o da az cümlə xəbərlərdən ürəyimizi titrətdi. Bəli, xop, ittifaq hadisədir də. Bu cür ittifaqlar çox düşüb. Çox, məsələn, məvardı. Şayad indi huzur zehnim yoxdur. Bəlkə bunu bir şirin xəbər adına da üstündədən. Yəni mən sizin soruşam ki, bu şirin tərin xəbər elə bu özü çox şirin bir xəbər də olar. Şirin xəbər bizim در حوزه همکاری با خیریه‌lər çox düşüb. چون یکی از کارکردهای رسانه در قالب مسئولیت اجتماعی بود که خب بانی خیر olaq. Çox اتفاقات خیر و مثبت düşüb. Əxirən bir ittifaqı ki düşdü bu bir validə ki oğlun 32 ildir ki çiynində nəzdik 200 dənə pilləni yeki az mənatiq haşiyə Təbriz aparır evinə. Nəzdik 32 ildir bu işi görür. Biz gəldik bunun xəbərini به واسطه خیریه خیرین جوان تبریز منعکس elədik. 24 saatin ərzində 2 milyard pul yığdı. Biz işi به دنبال رهن xanımı və evidik برای xanım gətirək o pillələrdən şahib da aşağıda rəhn edik. Xərid elədik ev aldıq bilərsən və bunun fövqəladə nikas oldu, nikas binümrəlisi oldu. Hətta şəbəkəyi ki mən inanmırdım onlar buralarda. Məsələn Mənəto, BBC o falan bəli xub vurdular. Və bastahab fəramillisi oldu. Bu cür ittifaqlar çox düşübdü bizim Kayruzdanlıqlarımıza. Bir daha oğlan uşaq idi. Təsadüfdə gözləri asıb görmüşdü. 3 gün fürsətimiz vardı ki, bunun gözləri əməl olsun. Bir dənə ekip Tehrandan elə məmadı gəlmişdi dərman üçün və bizim 3 gün fürsətimiz var. Nəzdik 400 milyon pul yığaq buna. Və 95 milyonun Oliyay mədrəsə yığmışdılar. Əgər 3 gün pul yığılmasaydı və əməl olmasaydı nabin olurdu. Bəd biz bu xəbəri منتشر elədik. Şayad باور eləməyəsiniz. 10 dəqiqə çəkmədi bir buzurgvar Təbrizli Türkiyədən ki bu holding Təlav Cəvahiri var və mən bir səfərim İstanbul'a getdim biləsində gördüm ittifaq halətdə. Pulu vurdu və biz çox az zamanda yolladıq və binası getdi. Və bu ittifaqlar çox düşüb bizim kar xəbərdə. Ay Kərimzad, mən 89-90-dan sizinlə dostluğum var. Bəli, bu cəmbəz həyatçı bilmirdim. Səlamət olasın. Yəni, vaqəən çox əcibdir, çox ləzzət bəxşidir. Bəli. Yəni, şayət biz bir bərnaməyi radyo müstəşarda əsən bu mövzu danışaq. Biz xeyir dostlarımızı çağıraq, bu fərhəngin. Hərçənd ki, bizim şəhrimiz bu fərhəngidə yox. Biz Təbriz paytaxt niyyat xeyridir. Cəlibdir, bir ittifaq ki düşür, hamı rəqabət edir o işdə xeyirxahanə işdə qədəm qoysun qaba. Bəli. Və mən hər mənəm var huzur rəsanədə به واسطه کارهای خیریdir bu deyə bilirəm. Nə gözəl. Təsdiqat edə bilirəm. Hər ki darim az bu xeyir işlərdir. Nə gözəl. Mən bir dənə də sizdən sual soruşum, sonra bir ara verək, istirahət eləyin. Qeydaq Nəsr News-u danışaq. Ay Kərimzad, bu bir dənə təsmimdir ki, mən radio müstəşarda tutmuşam və bütün qonaqlardan bu sualı soruşacağam.
Təbrizə hissiz nə mənədir? Məsələn, Təbrizə tərifiniz vardı. Təbriz, qoyun deyim bu hardan gəlir. Əvvəl bunu sizə deyim, hardan gəlir. Mənim Tehranda bir karfərman var. Ki, çox da dostluq bilələrindən. Mən illər, şahid məsələn 7-8 ildir mən bunlara müşavirəm. Bir gün mən bazardan rədd olurdum və telefonum zəng çaldı. Bu dostumuzun. Məndən soruşdu, hardasan? Dedim, mən dünyanın gözəl tərin yerindeyim. Biraz sukut oldu. Deyir, har ola bilər. Təbriz bazarından sonra bir yer ola bilər. Dedi, ora nə qədər gözəldir sənin gözündə? Dedim, bura mənim gözümdə miqdarı gözəlliği zat deyil, az çox deyil. Bura gözəlliğin özüdür. Yəni, bura xod zibayi ist. Və sonralar bu adam məndən danışırdı ki, mənim dərki az bu yoxumdur. Ki, bir nəfər doğulduğu şəhrə bu cür bir hissi olsun. Məndə çox dərin, uşaqlığımdan vardı ha, uşaqlığımdan var. Və təsmimim vardı ki, radio müstəşarının qonaqlarından da bunu soruşam. Sizin Təbrizə hissiz nə mənədir? Vallahi, hubbi vətən bir dənə zati bir ittifaqdır. Vəli Təbriz fərq edir. Və mən ehsasım budur ki, hər bir Təbrizli ki, tarixi Təbriz oxuya və nisbət bu o müttəli ola, nə tənha onu söyər, bəlkə vaqiən aşıqanə olqa bağlar. Çox ittifaq düşübdür, səfərə getmişik, ya belə behtərin nöqtəyə dünyadan səfərə gedib, getməğa ürəyə tapıldır. Və bu Təbrizdir ki, çəkir gətirir. Şuar da dəyir. Niyə ki, çoxlarından mən mütməinnəm ki, dünyanın hər nöqtəsindəki vardılar. Eşq-i vətən və bevicə eşq-i Təbriz bilələrində həmişə diridir. Biz xəbərlərimizdən bunu alırıq, ay namdar əziz. Biz işlərin təsiri ki, xəbərهای ictimaiyyədən varımızdır, burun mərzi nəfərlərimizdəndir. Ki, vakunişən verirlər. Məsələn, bazara işarə elədiniz. Bazardan vaxtı müxtəlif dalanlarından, Qanlı dalanından, Qızbəsi bazardan, bilmirəm, Məlik timsəsindən, Müzəffəriyyədən gedirik. O taydakılar çox tər ürəklərə tapıldır. Ta buradakılar ki, dəstəstədilər. Təbriz fərqli bir şəhridir. Bəli. Oranın adamları da fərqlidir. Onların hər zadı fərqlidir. Küçələri də fərqlidir. İranın tarixində də fərqli əsər qoyubdur. Və bu bir ittifaqdır ki, danmaq olmaz. Ötür. Və indi də ki, görürük və indi də ki, bu şəraitdə yaşırıq. Mütməinnik ki, fərdi ki, neçə illər bizim nümayəndəmiz olubdur və əlan rəis cümhurumuzdur. O da bir fərqli qədəmlər götürəcək. Mütməinnik. Çox sağ olun. Xoş, yeri gəlmişkən mən xoş səhnə deyirlər daha faslar. Bizim durbinlərin özündəki dostlarımdan mən çox dərindən təşəkkür eləyim. Və gedək bir dənə ara verək. Bir boğazımızı ısladaq, dincimizi alaq, qeydaq Nəsr News'dan danışıq. Çox sağ olun. سلام نصر نیوز عزیزم. سلام نصر وقتت خیر olsun. سلام نصر yorulmayasız. سلام نصر نیوز. سلام نصر. سلام və yorulmayasız edirəm Nəsrin sərdəbinə və zəhmət çəkənlərinə. سلام نصر yorulmayasız. سلام نصر. نصر محترم سلام yaxşısınız. Yorulmayasınız. Səlamət olasınız. Mən yorulmamışam. Var olasınız qurban sizə. Əmir Kərimzad Nəsr News'dan ayrı deyil. Bəli. Yəni bizlər Əmir Kərimzadı Nəsr News'la və Nəsr News'u Əmir Kərimzadla tanışmışıq. Bunu tanımışıq və bu da mühüm bir ittifaqdır. Gələk Nəsrdən danışaq. Mən əvvəlin nöqtəyi ki, istəyirəm ona işarə eləyəm və mövridində danışam. Ehsas edirəm Nəsr sizi qocaldıb biraz. O səqqəl ağdır bu. Bəli. Niyə, nə olub? Cəryan nə mənədir ay Kərimzad? Allah, kulli cərəyan Nəsr 1387-nin 20 abanından başladı. O zaman ki, Təbrizdə rəsanəهای məhəlli fəzai məcazda yox idilər. Bir تعداد وبلاگlar vardı ki, بدون هویت مدیریتی و سازمانی فعالیت edirdilər və در قیاب رسانه‌های مجازی دارای هویت تاثیرگذار idilər.
O zaman bir fərdی به نام بخشید هویتdən mənzur mücəvviz. بله mücəvviz bu iki مدیر مسئول kimdir, sərdəbiri kimdir, xəbərnigar kimdir. Qomnamadırlar ولی خب əsərgüzardırlar. Biri hala adı اخبار تبریز adında bir وبلاگdır. O zaman bir fərdی به نام امیر کریمزاد وارد oldu meydana و istedi ki bu فضای بدون هویت دارای هویت olsun و bir رسانه‌ای خلق elədıq به نام نصر. Nəsrin adını Qurandan intikhab elədıq. Rücu elədik Qurana adına. Ona görə də bir şuarı tərsim elədik. Negah sərih rəsanə və o bizə çoxa baxdı, səkkəllərimizi ağardı. Bilsəydi səkkəlizi ağardacaqdı, saçınızı başınızı ağardacaq, bu yola girərdiniz ya yox? Mən bilə-bilə bu fəziyə varid oldum və bilirdim ki, bu ittifaqlar düşəcək. Niyə ki, qabaqsan nəzdiki 8-lə yaxın məcmuə Əsrazadda mən fəaliyyəti ciddi və rəsmim var idi. Allah سلامت eləsin ay Döktür Peyman ki, الان da vardılar sərdəbiri Ruznamiyə Vəzir Əsrazadə. Çətinlikləri biz 8 olanla həmrah getmişdik qabağa və çox gözəl, şirin və acı təcrübələrimiz olmuşdu. Onlar bilə-bilə və varid fəzai rəsan olmuşdum bəs fəzai məcazda. Ba bu nöqtəyə qonq ki bilmirdik nə qədər sərgüzar olacaq və bu ətəşi biz روز اول احساس eləmirdik. Get fəza mütəfavit oldu. Mən o zaman Ruznamədə fəaliyyətim vardı. Eşqimiz bu idi ki, bizim mətləbimizin moradında 2 nəfər mühabbərəsində Çara Şəhnazı danışa və bu bizim qulağımıza dəyə. Bizim əsatid Ruznamniqarımız deyərdilər ki, hər xəbərin əgər feedbacki bastab olsa o yaxşı xəbərdir. Biz feedback o cür ola bilərdik, ayrı bir məsələ yox idi. Vəli də fəzai məcazi gələndən mütəfavit oldu. O zaman fəqət web idi, nasrnews.ir ki, səbt elədik və fəaliyyəti başladıq. Kommentləri ki, gəlirdi biləmizə, fəzai xod webdən idi. Sonra get ondan da daha göstəriş tapdı və gəldik fəzai Telegram, Instagram, hala məhdud halətdə YouTube və göstəriyə müxatəblər çoxaldı. Bugünküsünün xidmətizdik. Fəqət səhifə Instagramı Nəsrin Ruzanə 4 milyon viewsu var və bu 4 milyon 630 neçə min nəfərdə followerimiz var və o da neçə minci səhifəmiz üçün be vasitə məhdudiyyətləri ki Instagram yaraldırdı. 2 seri, 3 seriyə yaxın səhifəmiz məhdud oldu, balay sədqa, balay diska və əgər o ittifaqlar düşməsəydi şahid olan 1 milyon followerimiz var idi. Vəli xub çox çətindir. Bu تعداد مخاطب همراه eləyəsiz در فضای رقابتی که var, در گستری رسانه‌های مجاز. O zaman biz əvvəlin rəsanəyə düşüb səbt olduq Azərbaycanda. الان نزدیک 360 dənə rəsanəyə məcazi səbt şudəmiz var. Kol Ustanazdan şahid. 360 dənə ki, hamısı bu عنوان پایگاه خبری ثبت ediblər. ولی خب حالا اثرگذارlar nə qədərdir və təfavüt. خب bu fəza gözəldir adamı. Siz bunu məsuliyyəti ki, برای 4 milyon دیده شدن وارد. دیدم o zaman biz 2 nəfərin danışığına həssasiyyətimiz var در مورد mətləb. الان mətləbi qoyursunuz. در کمتر از 5 dəqiqə siz feedbackini alırsınız və əsərgüzarsınız. Düzdür. Mən hududan həftə qabağıdır sizin dəftərinizdə sizə qonaqlığım və çox da şirin bir söhbət getdi. Mən mütəvəccüh oldum ki, bu xəbərguzari, payqah xəbər. Bunların bir məratibi vardı və indi Nəsr News payqah xəbəridir. Biraz da bunu açıqlayın ki, hardan başlar, haracan gedə bilər? Vallahi vaqiyyəti fəzai məcazda قوانین تأخیر ilə gəlir. یعنی اول رسانه های مجازی ایجاد oldu sonra قوانین مرتبط با او geldi. O برهه zaman پایگاه های خبری کل رسانه های مجازی پایگاه خبری تلقی edirdilər. ولی bir برهeden sonra gəldilər təraz verdilər. Bir تعداد şaxislər var bu işə hətta 15 il fəaliyyəti olsun o rəsanənin, müdir məsuliyyətinin həttəmən qarşınası ərşəd olsun, tim təhririyyəsi olsun, bime şudəsi olsun, kodu kargahı olsun və bunlar hamısı yığışır təyə mərahil müxtəlif təbdil olur xəbərguzariyə. الان حدوداً 32 dənə bizim xəbərguzarımız var. Kol keşfərdə və nəzdik 8000 dənə payqah xəbərimiz var. Yəni 8000 dənə payqah xəbər var. Bu siz baxış mütəfavitdir. Bir tədad deyir ki, gərək bəsləri elə açıq qoyaq ki, hamı gəlsin fəaliyyət eləsin. Özü müxatəbin cəzbirlər. Bir tədad da mütəqidlər ki, yox, bir müqdər filtr ola, hamı eləyənməyə fəaliyyət elə. Borhay müxtəlifdə, dövlət ağay Əhmənəcəddə bir nigah var idi, dövlət ağay
روحاندا bir nigah, dövlət şəhid rəisdə bir nigah və ələn də mütəfavit. Bunlar bahis olub ki, bu təhdid çoxalsın, ələn məhdud ediblər, çox az mücəviz verirlər. Bəli, xəbərguzariyə daha çətin mücəviz verirlər. Bizim ələn bir dana xəbərguzari xaric az paytaxtlarımızdır, o da Kürdistandadır. Və hala təlaş edirik əgər şərait fərahem olsa. Şərait qanunsu fərahamdır bizə. Vəli xub, بیشتر qanun cavab vermir, labı cavab verir. Bir dənə mühüm sual. Baxın, mən sadiqanə istəyəm danışam. Mən xəbər müxatabı deyirəm. Yəni hətta mənim YouTube kanalımda da videoyu varımdır ki, mən tozih verirəm, mən niyə xəbərə baxmaram. Və çox sədaqətlə də sizə deyirəm ki, mən insanları xəbərə baxmamağa dəvət edirəm. Bəli, xub, bu mənim baxışımdır. Bilirəm ki, nəfərləri vardı ki, gündən Nəs News'i 30 seri çək eləyirlər. Bəli. Ta ruzgarları keçsə. Əgər Nəs News payqahı xəbəridən dönüb xəbərguzariyə təbdil ola, onlara nə fərq eləyəcək? Müxatəbə nə fərq eləyəcək? Biz bir miqdar təşkilati tər oluruq. Biz əgər xəbərguzar olsaq, həttəmən 31 Ağustosda nümayəndəyimiz ola. Həttəmən gəlib göstərəyə müxatəbimizi daha çoxaldaq. Niyazı var ki, bir para təşkilatı sazmanımızı irtiqa verək, timi təhririyyəmizi tövsiyə verək. Qəti yəqin biz müxatəbimizin müxtəlif niyazlarına çox cavab verəcəyik və mütənəvvitər eləyə biləcək mətləb tolid eləyək və bir miqdar caygah rəsmitər az payqah xəbər gəlir. Və onda şayad əsən dairə müxatəblər də Təbrizdən, Azərbaycandan qəti yəqin çoxala və varımızdır xəbərguzariləri ki, rişələri məsələn Urmiyədən idi və indi paytaxtdadırlar. Məsəl məcmuə Əsrican və məcmuələri var məsəl Axərin Xəbər ki, payqah xəbərləri Məşhəddir və ələn Tehrandadılar. Yəni bu möhtəməldir ki, Nəs News da bir gün gələ Tehranda müstəqil olur. Nə, Nəs News-un rişəsi Təbrizdən də Azərbaycandan da qalacaq və bizim hüviyyətimizi Azərbaycan veribdir. Getməyəcəksiniz. Qəti yəqin getməyəcək. Vəli eləyə bilirik ki, Tehranda bir şöbə var. Bu gözəl. Tehranda şöbə vurmağa var. Eynidir. Yəni buradan böyüyüb ora bir şaxə verim. Çox qəşəng, çox qəşəng. Ay Kərimzad, aya olubdu ki, Nəs News babəti bir dana xəbəri vurmamaq. Pul pişnahad ola biləsin. Deyirlər, bunu vurma. Bu bir belə pul, bunu vurma. Açıqlayın bir danışaq. Valla به خصوص حوزه‌های siyasında به ویژه ایام انتخابات bu ittifaqlar düşür. Çünki ایام انتخابات bir تعداد پولهای بادآورده‌جلر meydana ki, bir تعداد افرادی بی خود بövsünlər ta rəy yığsınlar. O zaman da معمولاً دقیقاً در خلاف حرکت و افراد بیشتر خبرlər gələr. حالا هدف تخریب افراد deyil, ولی آگاه سازی عمومی olubdu ki, bəli bir fərd ya şəxsin mordunda bir تعداد اطلاعات اخبار یا bir videolar əlimizə çatıb ki, dəqiqaً bərxilaf onun o iddiaya intiqabatsıdır və biz bunu təşkil eləmişik. Bunun qabağını almağına müxtəlif işnadlar olub. O pulu alsaydınız, o xəbər vurmasaydınız nə olar? خب qəti yəqin الان Nəs News yox idi. Yəni deyirsiniz yəni bu etimad qiyməti ki, etimadı əfkar umumudəbar فراتر از milyardlar tümən puldur ki, şayad mən bir burhay zamanı əlimə çatırdı. Olmuşdu bir ustandar vaxtı, istəmirəm ataparam, به واسطه bu ki, خب biz fişara qoymuşduq az babəti BTD ittifaqlar və o təsirgüzari nəsr gördü. O zaman nəzdiki, hala tarix desəm ki, müşəxəs ola, bir burhay zaman balıq bər 2 milyarda yaxın məsələn bizə pişnahadı rəqəm verir ki, o zaman yuxarı pul idi. Dedi, siz bu pulu alın, nəsr verin bizə, gedin Nəsr Plus başlayın. Hələ bunu biz aparaq qabağa. Çünki xub bərnamələr vardı, istədilər cəryan siyasət. Pulu almadınız, vəli Nəsr Plus-da da başladınız da. Nəsr Plus-da başladıq, o da deyərlər ədû şəvəsə və xəgər xuda xahəd. Biz الان صفحه اینستاگرام نصرده چون neçə seri əldən verdik biz به واسطه محدود اینستاگرام və hər seridə ay namdar nəsr əldən verirdik. Bunu oxşar ki, siz çərxanaz otaqlar. Və bu الان نزدیک 25 nəfər məcmuə nəsrdən irtizaq edirlər. Bizim nəzdik 60% dərəmədimiz Instagramdandır. Puli ki gəlir, həzinə olmur در توسعه ملک و falan. Həzinə olur kar fərhəngidə. Personelimiz çoxalır, təchizatımız təqviyyət olur. Vaxtı bu qət olur, xub hamımız təhت təsir qərar verir. Biz o zamanın ki nəsr əldən verirdik, vaqiətdə elə indi də yəni muhtemildir, şayad hər ləhsə ittifaq düşə bilər. Çünki çox çətindir bunu saxlamaq, əyası saxlamaq. Bir çizə səfahat feyk icad oldu به نام نصر و
və səri gəlirdilər. Hətta bir moriddə ta tərəf məsələn 40 minə can qalxdı min beri və biz به دیگر توان شکایت قضایی طرف جهت تحت قرا و کارگر یکی از کارخانه‌های تبریزی dedi xub niyə bu işi görmüsən? Deyir gördüm Nəsr Etimad var. Siz nə mənə qoydunuz? Mən qoydum və cavabında bizim iş məsələn biskaydı və o çehil qazan gəlmişdi və su istifadə edirdi. Hala xub biz şikayətimizi pəs aldıq və xub səfədə qeyri-fəal oldu və özümüz apardıq. Bir dənə yollardan ki yetişdik bu idi ki biz təzə səfahatımızı çoxaldıq. تا اگر وقتی در جدیر صفحه و صفحه سرچ اینستاگرامda əvvəldə öz səfələrimizi gətirsin. Və الان o ittifaq düşüb bizim الان. İndi neçə səfəniz var? Nəzmin 8-dən səfəmiz var. Nəsr Müzəssidir, Plasdir, Türkiyə İstanbuludur. Vərzişi səfəmizdir, Səlamətdir, Aşpəzidir. Ərəb səfəmizdir. Bunlar hamısı fəaldır. Ayrı dillərdə olan indi bir dənə ərəb var izdi. Türkiyə İstanbulumuz. Orada məsələn o uşaqlar ki orada işləyirlər, o dillərə variddirlər, xəbərləri çevirirlər. Bunu bir açıqlayın. Biz مترجمان دارالترجمه رسمی تبریزdən istifadə edirik. از همکارم Aydın Xətibun sərdəbiridir. Bu cəlb dələn nəzdik şayad 5 ilə yaxın bizim Türkiyə İstanbul səfərimiz var, şayad 4 il. İndiyəcən bir mورد nə ویرایشی غلط tutulub از طرف مخاطبlər, nə inşai, əslən heç də. Müşəxxəsçi xub, bəli, nə titrlərimizdə. Çünki elə farsı yazıda adamın əlindən qaçar da. Bəli, çünki feedback bir xüsus fəza Instagramda hamı qarşınasan, bu nəzər verər. Bizim də bu dediyim 90% müxatiblərimiz müxatib kommentlərdir. Yəni nəzərat mərdumdular. Bizim yəni nəfərləri mən tanıram ki, otururlar gündə gecələr, onları oxuyurlar cəmhay xanvadələrində. بعض وقت دلخوشلوق ایجاد edirlər, bəzi vaxt narahatdırlar. ولی خب indiyəcən در مورد صفحه türkümüz bir dənə əsas komment mənfi gətirməm şuşurma bu nə ədəbiyyatdır var. Ya bu sən bu iradə vardı. Farsda olub, bəli Türkiyə İstanbulda olmayıb və bu nişanə az müvəffəqiyyət bizim həmkarımızdır. Cəlibdir. Söylürsüz o adamlar ki əgər sizin kənarınızda olmasaydılar, nəsr yox idi, onların bir adını apararsınız. Bəli, mən əvvəldə o şخصی که هم مدیونم بلسنه هم همیشه همراهم olubdu, mənim həmsərimdir. Bəli, Allah sələmət eləsin. Xanım Səmirə Pur Məhəmməd ki, həmrişdik. Mən tez izdivac eləmişəm. Mən 21 yaşında izdivac eləmişəm. 25 yaşında Kəsra dünyaya gəlib və 9 il sonra da Karen. Həmkilasıdıq, şimistuq biz ikimizdə, şimi oxumuşuq. به قول دانشگاه تا دل گلبه vermişdik. Bir il aşinaydan sonra izdivac elədik. Bəli, xub tez izdivac elədim. Mənim əsli həmrahım xanımımdır. Heç vaxt mənə deməyib ki, bu nə işdir sənin varındır. Ba vücudu çətinliklər. Mən nə vaxt evin sənədini götürsəydim deyər bilirəm hara gəlsən. İşte deməzdim ha, sən yerən olmasın deməzdim. Bəli bilirəm. Nəsə mənim zaminim olub. Bəd həmrah olub. Heç vaxt da uf deməyib. الان وقتی من سه بعد از اون 18 danışıram الان نسل نیوز bir جایگاه tapıb. ولی خب یک دهه اول وجودdadır. یک دهه اول biz مسخره olurduq, توهین eşidirdik, iftira eşidirdik. از لحاظ مالی بهمزیقه دیدuk, xəzinələr sərsamavərdi. ولی خب indi fərq edib. اولین فرد mənim həmsərimdir ki, həmişə yanımda olubdu və sonra تیم تحریریه ki, bir nəfərlə başlamış, qalan 25 nəfər. Mənim əziz həmkarlarım آقایان محمد سهرابی، خانم ندا سلیمانی، خانم ندا فرشباف، خانم سحر مغفرت، نوید رؤوف‌فرد، آقای سامبرانی، آقای اخگرگداز، آقای سامان حامدی، آقای نامی و 25 نفر. O xanımların ikisi ilə də biz orkestr simfonikdə بله خانم فرشباف و خانم رؤوف‌فرد. بله. O birisi həmkarlarım xanım Purnami. Bir tədadda nəfərlərimiz vardılar ki, ayrılıblar və yaxçı müvəffəq rəsanələr dünyaya gətiriblər. Zülm ağay Əmir Topçipur şəhri burs məcmuəsinin təxəssüsü özü bursudur. Əmir vərzişi yazardı da. Bizdə vərzişi yazardı. Getdi başqah rektorda Rəvatunsuna. Bəlkə nə ittifaq düşdü ki, bəd az başqa kullən məsələ yazırdı. Əslən getdi təhsilatın da müdiriyyət bazaryabi oxudu, müdiriyyət icrayı oxudu. Və sonra getdi bəhsi şəhri bursu falan. Bu cür müvəffəq nəfərlər də çox olublar ki, məsələn çıxıb. Yadımdan çıxmamış Allah səlamət eləsin. Əmirin atası
دبستان نور سیدالشهدا da mənim müavin mədrəsəmiz olubdu. O zaman da mənim dayımın dostu idi. Bir xatirə yadıma düşdü, deyim biləsə. Bəli, istifadə edirəm. Ay Topçipurun, mənim bu saçımın burasında bir ağlıq vardı. Ay Topçipurun burada idi və çox idi. Yəni qərə başı var idi, bura ağappaq idi. Və o əsas çox bariz vijegisi idi. Çox mübadiə adab, çox mülayim bir adam idi və mənim dayımın da həmkar idi. Mənim dayım Fərhəngidilər və dayımın həmkar idi, var olasınız. Mən sal əvvəl ibtidaini bir ayrı mədrəsədə oxumuşam. Sonra dayım köməklik eləyib, vasitə düşüb, bizi tapşırıb. O zaman da xatırınızda olsa məntəqəyi idi da mədrəsələr və sən eləyən öz məhəlləzdə oxuyaydınız. Nuri Seyyiduşəhəda da bizim məhəlləmizdən uzaq idi və məni ora pəziriş eləmişlər, qəbul eləmişlər. Mənim də xanivadəm nümrəyə çox həssasıdır. Çox həssasıdır. Bir dana bir payız axşamı bizim əvvəl imtahan riyazını alıblar və mən 20-dən almışam 18 yarım. İndi mən bir dana dəstə alam 18 yarım. Ha, əsən yəni da böyürkümə elə uca ataram ki, bəli, xop, onda bir daha faciə idi. Qəşəng yadımdadır. Axır zəng idi ki, bizim vərəqələri vermişlər. Növbəti dovbumuduq. Hava da mehrin o alabula havası idi. Mənim əfkarım çox xərab. Getdim durdum səfdə, səyahət idi. Səf hələ bağlanmamışdı. Getdim durdum səfdə əvvəl adam. Elə bir başımı qovzadım. Üz mənim üzüm, üz Ay Topçipurun üzü ki, dəftərdən baxırdı həyətə. Mənə bir əcib xof gəldi. Mən bir an deyim və bu da mənim nömrəmi bülür. Sonralar biz o uşaqlıq əhvalatda adam böyür deyir, Nazimin sənin nömrəminə nə? Sən niyə fikirsən ona mühümmüdür? O indi o fikirsiz. İndi bəli. Ay Topçipur, Allah səlamət eləsin bilələri və oğlanları Əmirxana da sağlıq versin və bu yolda. Az ona müvəffəq xəbərini. Nə gözəl. Və o birisi uşaqlar istiriz ad aparasınız. Bəli, hala operator həmkarlarımız xanım Şiva İxtiyari, xanım Şiva Nəcəfi, xanım bunlar onların ürəyin geyimlər, geyimlədər, kimdir adlar gəlir. Bəhmən. Bir də həmkarlarımız olublar ki, indi xidmətlərindədir, xanım Vəhid, xanım Əlipur, Ruqayyə Əlipur, qəblə həmkarlarımızdan 7 ildir bizlə vardılar. Bir nəfər yadınızdan çıxsa mən deyim. Buyurun. Yada salın. Aydın Təbrizi. Bəli. Aydın Təbrizdə cümlə həmkarlarımızdanlar. Çoxdan bizlə həmkarlıq ediblər. Əlanda bir məcmuələr var. Günaydın adında taza başlayıblar. Aydın cümlə xəbərnigaran fəal və əkslə əlbəttə işin başlayıb. Əksi xəbəri ilə. Və əlanda iftixarla müdir, məsud bir rəsanədir. Bəli. Çünki onlar mən zehnimdə onları sayıram ki, vardılar elən dəftərdə. Bəli. Axı 30 dana adı. Bəli. Şahid bəziləri yadımdan çıxar. Bəli. Xob, ağay Kərimzad, Nəs News xətt tire Rəis Cümhur Məsud Pezişki. Bəli. Söz sizdə. Vallahi Ay Doktor Pezişkiyan 5 dövrə nümayəndəyi mərdumi Təbriz oldular. Və az cümlə nümayəndələrdən ki, xas mətanətləri var, xas caygahları var idi. Həm az bab məhbubiyyət əfkar umumuda, həm az bab danışıqlarında, ədəbiyyatı ki varlar idi. Biz در طول 5 dövrə nümayəndəliklərində çox təcrübə eləmişdik müsahibələr. Hələ axır müsahibəyi ki mən varım idi və xas müsahibə idi. Dəqiqən bir ay بعد از جریانات محض امینی idi ki رسانه‌های کشورdə bir fəzai xas fəza var idi. Mən o fəzanı təcrübə eləməmişdim və mütəfavit bir fəza idi. Həmişə müxatəb bizdən istərdi tolid muhtəvəliyək. O zaman istəmirdi bizdən tolid muhtəvəliyək. Və dedi siz niyə fəaliyyət edirsiniz? Hər mətləbi ki qoyduq hətta 10,000 nəfər followerlərdən gedirdi. و در مقابل اداره کل ارشاد دستگاه‌های امنیتی عادی انگاری دیدلیم و هیچ اتفاق توش نیست فعالیتی ادامه میدیم. من o برهده bir risk elədim ki buzurgvarla müsahibə elədim. Müsahibələrəm də farsi oldu. Məmulən türkçə nizam verərdim, vəli o müsahibələr farsi. Bir ay Doktor Pezeşkiyan, bir ay Doktor Beygi idi. Çox da tündü müsahibə elədim onlarda. Ay Doktor Pezeşkiyan'a mən cəlibdir. Bir də suallar mətrəh elədim. 2 il qəbl az inki rəis cümhur olurlar. Biri buydu ki məsələn əgər rəis cümhur olsayız hicabla neynərdiniz?
و او جواب فوق العاده وایرال oldu ایام انتخابات. یا مثلا اگر رئیس جمهور olsaydınız خانواده علی دایی ilə nəzir rəftar edərdiniz. و çox vayral oldu. Dövran intihabat riyaset cumhurda videoları ki mən müsahibələmişdim çox dəst به دست oldu. و به نوعی orada çox da tanındı Nəsr o برهه zaman. Şəxsiyyət ay doktor Pezeşkiyan da bir cürdür ki mən ehsas edirəm تعهد به تخصص اولویتlərində danışıqlarında görürsüz deyirik. Adamlar asansorla gediblər, asansorla da yendirəcək şayət silsilə məratib cərrayət olar. Mən ehsas edirəm ay doktor Pezeşkiyan bir mütəfavit rəis cümhur olacaq. Hala nə qədər müvəffəq olacaq çünki əbzarha və əvamil müxtəlifi daxildir və mütməinnəm də ki ay doktor o nəticəyə yetişibdir بعد از bu neçə ay گذشته. امیدوارم ki کل عوامل علاله versin ki məmləkətimizin xeyrinə qutulsun, Azərbaycanımızın xeyrinə qutulsun və mərdumi ki neçə illərdirlər be xüsus mövzu təhrimlərdə şədidən təht fişardılar. Hala aynı anda sizli bizli fəzai məcazi fənnavəri ittiliatın irtibatımız var. Bilirik nə qədər təsir mənfisi vardı bizim rüşd fəaliyyətlərimizdə. Qatibi mərdumda durdular. Yəni təhrimlər sizin o məhəllənizdə o sufurçudan tutdu təsiri var ta Pezeşki məmləkətəcən. Bu ki deyək yox bir təsirdə əslən o cürdə və indi hamı ba pust و گوشت و استخوان nəticə yetişmiş. ولی قبول edirsiniz ki dövrani var idi ki məqam rəsmi bu məmləkət dedi bir təsir. Bir təsirdir. Elə biz onların zərbəsini yirik. Əgər bu günlərim envai natarazılar natarazı əlbəttə bir məndər avurdu. Envai kambudları biz görürük. Çünki natarazıda o bar mənfisi gəlmir, natarazıdır. Əlbəttə türküsü bar mənfisi var, nataraz mənfidir başdan belə. Vəli xo farsında o bod yoxdur, əsər ərزشi kələmə yoxdur. Kəmbuddur. Əgər bir kəmbud برقlə müvaziq, kəmbud benzinlə müvaziq, kəmbud الان bu gün sizlə danışır, oksigenlə müvaziq Təbrizdə hamısı در سایه تحریم‌ها و بی‌کفایتی‌های مدیریتی var. هم تحریم‌های خارجی هم تحریم‌های داخلی. اگر این دیویز رئیس جمهورمuz یا یکی از کابینه در مورد مذاکره danışır, در مورد رفع تحریم‌lər danışır و bir تعداد معترضlər مشخص bir تعداد کاسبان تحریم var. کاسبان تحریمی ki zindecanlıqları az qəbələ təhrim təmin olur. الان dünyanın heç nöqtəsində bizim pulumuzu etibar tanımırlar. Heç bank bizim pulumuzu qəbul eləmir və bu da böyük zayiədir. Bu ittifaq az müddətdə düşüb be vasitəyə təhrimlər xop qəblan bu cür deyil. Ehsasım budur ki, əgər təhrimlər götürülər, məmləkətimiz mütəfavit məmləkətdir. Çə az babət سوق جیشی، چه از بابت ژئوپلیتیک، چه از بابت نیروی انسانی، نعمات خدادادی، hamısı bir daha koleksiyoni az زیباییlərdir. Bizim در eyni halı ki burada şəxtədiyuq, kişdə bəhtərin dəma var. O zaman ki kişdə balay 50 dərəcədir. Burada biz 20 dərəcə təcrübə edirik. Mütəfavit bir məmləkətdir və çox az keşvərlər var ki bu şərait olar. Əgər təhrimlər olmasa, əgər bir miqdar sərdəmdaran məmləkətimiz bu fikirdə olarlar ki برای بعد از تحریم برنامه olsa fikrim yaxşı ittifaqlar düşə biləcək. O da ay doktor Pezeşkiyan əli ilə ola bilər və biz də Nəsrdə tamam təlaşımızı elədik ki, müxatəbimizə bunu aydın aşkar yetirək ki, bir dəfədə təcrübə eləyək bir dənə Azərbaycanlının rəs hərəmi qüdrətli olmalı. پس siz janibdari Nəsr News از دکتر مسعود پزشکیان تایید edirsiniz. Biz برای اولین بار انتخابات های سیاسی‌دا bir fərdidən 3 vay təbliğat. Xop təbliğat rəsanəli müdənə fürsəti dərəmədisidir. 3 vay təbliğat biz həməcanibə varid olduq Aydın Pezeşkiyanın himayət elədik və çoxları da nəqd edirdilər, qəbul eləmirdilər. Vəli bir tədə vijigilər vardı ki, be cüz o eləsəydik müxatəb bizdən narahat olardı. Necə də ki, bir tədə rəsanələr vardı ki, getdilər Qozinəyə Təbrizdə Azərbaycanda, getdilər Qozinəyə müqabildən həvadarələrdə əsən qolla məhv oldular. Fəzai rəsanəyə keşvərdən məhv oldu. Çünki müxatəbin etimadı azaldı. Biz معتقدik ki, əgər ağay Pezeşkiyan olmasaydı, çox ittifaqat bəd təkrar olacaqdı və döktürün huzuri olması hətta əqəl budur ki, elmə, təxəssüsə, təəhhüdə ərziş qail olmalıdır.
Ay Kərimzad, bu müddətdə nəsr muntəqid dövlət olmayıbdı. Yəni hətta bu az zamanda. Aya sizin nəzərinizə tamam əməl کرده, tamam ərkan dövlət qabiliyyət təyiddir bu müddətdə? Və əgər yox, niyə nəsr intiqadi eləmir? Bu tür dəyişiklik intiqadi eləməyənmişik. Əvvələn bazı zamanı çox məhduddur. Taza dövlət taza işin başlayıb. Kabinə taza işin başlayıb. Hələ biz ustanımızda da bitirdiler, fərmandarlar qalırlar, yəni mənsub olmayıblar. Yox, nəqdimiz var, nəqdi ciddimiz var. Bir xüsus şərait ustanımıza الان موضوعاتی که ustanımız ittifaq düşür, intiqadımız olubdur və mətrəh edirik. Bu cür deyil ki, canibdarana baxaq. Çünki Aid Ötü Pezeşkiyan da روز əvvəldən təhlili və stratejisi bu idi ki, bizi nəqd eləyin. Bəli. Mən bir rəis cümhuram ki, nəqdi müntabiq bər usul olsa qəbul eləyəcəm. Biz hala bu işi deyəsiniz, məsələn, qabaqçı dövlətlərdə şayət tündütər edin yox. Feilən hala mərhələyə ərziyabi əməl کرده yetişməyib. Bizdə vədələr verilib, çox nə ittifaqlar düşəcəkdir. Səthi keşvərimizdə, səthi ustanımızda, əlbəttə bu da deyim, ustandə əgər ittifaqatı qərar düşsün, nəşət gəftə az nigah millidir. Bu cür deyil ki, biz bir dənə cəzirə yolaq kimi təfavüt. İntizarımız da yoxdur. İntizar da yoxdur. Əgər qərar bər qoşayışdır, در سطح کشور جا گشایش شد. اگر قرار بر تغییر نگاه به دیپلماسی بین الملل در سطح کشور اتفاق شد. ولی خب استاندارda به واسطه bu şahidi تو buranın nümayəndəsi چه Azərbaycan şərqi, çə Azərbaycan qərbi intizarlar yuxarıdır. Biz əvvəl intizarımız ola intisab ağay ustandar düşüb ittifaq düşübdür inşallah ay sərməst müvəffəq olar ولی خب qəti bir yəqin get-bəcət nəqdlər çoxalacaq, ərziyablar در məzan qiyas qərar tapacaq və şahid olacaqıq dövlət mərdələrimiz nədir. Bu cür deyil ki, bizim həvadari az Ötü Pezeşkiyan və mənaya ədəmin nəqd olur. Gözəldir. Siyasətdən çıxaq. Bəli. Hərçənd ki, bu rahatlıqda dəyir ha. Yəni sizin xəbərguzarı, paygahı xəbər əsən siyasətlə iç-içədir və bu qədər də rahat ayırmaq olmaz. Ağay Kərimzad, mənim sizə bir təşəkkür borcum var. İndi yeri gəlib o təşəkkürə əncam verəm birazdan. Xop, mən illər boyu hünəri iş görmüşəm, saz çalmışam orkestr simfonikdə. Bəli. Çebomar nəvazəndəçi orkestrin müdiri ünvanında. Siz həmişə beduni çeşmdaş köməklər eləmişsiniz. Və mən sonralar görmüşəm ki, bu köməklər fəqət bizdən deyirdi. Elə bütün hünəri fəaliyyət eləyənlərdən köməklər eləmişsiniz. Və bu da nəsrin düzü əvvəl günündən olubdu. Elə indiyəcən də var, axir Şah əsərdəki Səttərxan tamaşası idi. Bilirəm ki, orada çox böyük nəqşiniz var idi sizin, nəsrin. Bu hardan gəlir? Və bizi eşidən hünərməndilər, çə onlar ki təhcanlarını işlirlər, nəqqaşdılar, xəttatdılar, çə onlar ki quruhi işlirlər, teatrları var, musiqiləri var. Nə cür eləyə bilirlər nəsrdən faydalanalım? Biz vaqiyyətdə روز əvvəldən ki nəsr başladı, baxışımız bu ki da qeyri-siyasi bir rəsanə olaq. Niyə qeyri-siyasi? Be xatir اینکه معتقد باشه آذربایجانda به واسطه ریشه تاریخی و فرهنگی که var, القاهای فرهنگی و تاریخی بسیار بیشتر از سیاسته. حتی siz ترکیب نمایندگان مجلس biz Mustafa Baxsas heç vaxt tərkibi həmgən olmayıb. Bəcəz bir dövrə heç vaxt həmgən olmuyor. Yəni tərkibində usulgərə də olub, müstəqil də olub, islahatla olub. Çünki نگاه مردم و ملت آذربایجان بیشتر از اون که سیاسی ola قومی و تعصبات تاریخی و فرهنگیlərdir. Biz istəyirik bir rəsanəyə olaq ki, fərhəngimizə, kültürümüzə, tariximizə əlaqəmiz ola. Bir تعداد افراد və əksar vardılar ki, şayad nəfərdilər, vəli o nəfərin təsirgüzarısı neçə minlər ya şayad neçə milyonlar nəfərdir. Bir geş-geşi hünərməndilərdir. Biz həmişə روز تأسیسdən ki, Həzrət Ali da xub varidız və şahididiz. Səyimiz olub ki, bir tək əxşardan vijə himayət eləyək, بدون چشم داشته mali. Niyə ki, o əxşar şayad təvanı mallılarda ola, bu cür dəyişdiyim təvanı mallılar olmaya. Vəli xub bizim himayətimiz bilələrini icad əngiz eləyir. Çox məvarid olub ki, biz musiqi Azərbaycandan vijə himayət eləmişik. در قبال bu musiqi pop İranından da ki, gəliblər Təbrizə konsert bərgüzar, onlardan himayət eləmişik. ولی خب متفاوت olubdu. Onlara şayad nigah təbliğimiz olubdu. Be xatir اینکه tanınmışdılar və əbzarهای مختلف اطلاعرسانələrində var. Vəli xeyr, bir dənə konserti ki, bir cavan, mən heç vaxt Əfşin Azəri'nin əvvəl konsertləri yadımdan çıxmaz. Əfşin Azəri əvvəl bir
Billboardlarında Vəliəstə, Sərbalay Vəliəstə vurmuşlar. Mən həmişə yadımdır. Elə özüm baxmaq bu cavan kimdir və etimad mənəfsən konsert qoyub. Biz ondan müsahibə elədik, o zamandan dost olduq biləsinə. Dairə دوستان bizim fərhəngi və hünərməndimiz fərاتər az çehrə siyasıdır. Və ondan ləzzət aparırıq. Əlan da vardılar. Əxirən bu nümayiş Faxri Səttarxandan da nə به خاطر شاید تیم اجرایسی یکی از دلایلی که biz bunu انتخاب elədik خود Səttarxan və tarix Azərbaycandır. Və işin çox ağır olmağı 20 dənə icra gedəsiz با حضور 22,000 nəfər Təbrizdə və فروش بلیت فوق‌العاده bir rəqəmdir. O gün ki آقای سعادت جمالی و تیم آقای علی مراتبی آقای ناصر دوستla با هم oturmuşduq bu mövzuda danışırdıq. Özümüz inanmırdıq. Vəli xub bir dənə kar timi ilə, kar qrupu ilə bu ittifaq düşdü. Və biz indi çox qüdrətlə deyirik ki, əgər çehrəهای tarixi və fərhəngi Azərbaycan به زبان türkçə icra etsələr, çox gözəl istiqbal ola bilər. Hələ nümayiş Əsr Kərəm Onatay. Bəli. Və o birisi icralardakı vardılar. Hamısı به خصوص türkçə icralar yaxşı murda istiqbal qərar tapırlar. Və bir dana da danılmaz bir nöqtə vardı. O da bu iki vaxtı Nəsridə bir belə müxatəb var. 630 min nəfər az bir müxatəb deyil. Bu tərəfdən də Nəsr bir dana etimad yaratmış bir rəsanədir. Xub, vaxtı gəlir bir dana konserti mərif edir, bir dana tamaşanı mərif edir, bir dana nümayişgah nəqqaşını mərif edir. Pəs buradan bizi eşidən hünərmənd dostlarımız sizin üstünüzdə hesab edir. Bəli, biz çox dostlarımızla və vasitəyə bir dənə şahid nümayişgah dost olmuşuq belələri ilə vasitə ki, həmkarımızı. Biz əsən vicə bar qoymuşuq hozaya. Bundan bu alədə günə də varıq, özümüzü deyini bilirik ki, hozada himayət edirik. Sağ olun, var olun. Ağay Kərimzad, Nəsr bonvar bir dənə bonqah iqtisadi. Bəli. Dəramədi hardandır? Hər rəsanənin həyat və məmati iqtisadi iləndir. Yəni siz əgər iqtisad rəsanəsi təmin olmasa, şayət bir ay, 2 ay, 1 il eləyə bilərsiniz həmkarlar doğru həm saxlaya bilərsiniz. Ondan sonra xop hamının nigahı ixtisassız olacaq. Tərəf xəbərniqardırsa, axşam saat gedir evə, xanımısa nə desin, mən Gebustonda ana müsahibə elədim deyir. Xop, çörək nə mənə çıxıb bizə? Nə mənə alıb gətirmisən? Pəs nigah iqtisadi, mən bunu da təcrübəyə Ruznamə Əsrazaddan varımdır və Ruznamə Dünya İqtisadi ki, müvəffəqtərin rəsaniyə bəxş xüsusi keşvərimizdir, Dünya İqtisadi. Ondan varımdır ki... Mən az zaman olaraq sütun yazmışam. Bəli. İqtisad rəsanə gəh təmin edir. Bəli, xop, burada bir dənə zərif nöqtəki var, o da budur ki, siz əgər iqtisad rəsanənin payəsini qoyasınız, sahibان zər و زورا qəti bir yəqin qələmiz rahat işləməyəcək. Bir tədə əfradın nəfini işləyəcək, bir tədə əfradın əleyhini işləyəcək. Biz elən bu 18 ildə bir qeyri qat'i deyə bilərəm ki, bir nəfəri ola bilməz ki, gəlsin desin, mən به واسطه حمایت مالی از نصر mücab elədim ki, filan mətləbi yazmayarlar. Ya mücab elədim filan mətləbi filan kəsin əleyhinə yazarlar. Əslən bu cür mənası yoxdur. Biz payə iqtisadı Nəsri mübtəni bər tavan bəxş xüsusi elədik. Azərbaycanın 95% iqtisadı bəxş xüsusi əlindədir. Ki bu rəqəm ustanhayı مثل استان İsfahanda mütəfavitdir. Şayad 60%, 55%dir. Bəxş xüsusi tavanı. Bəli, bəxş xüsusini tərazun bir tərəfinə qoyub Fulad Mübarəkəni də bir tərəfə qoyanda. Sepahan و Fulad Mübarəkə və qısalat. Xop, ay Kərimzad, mən belə mütəvəccüh oldum ki, Nəsr News bonqahı iqtisadi ünvanında Gözəranı təbliğatdandır. Bəxşi az Gözəranı təbliğatdandır. Mənə bir daha mühüm sual ariz olur. Hər kəs pul gətsə onun təbliğatı müntəşir olur? Xeyr, o cür deyil. Bir tədad məhdudiyyətlər var, bir tədad hərfeyi baxış var nisbət bir təbliğat. Çünki bir dənə qaləbi xası var. Kimləri reject edirsiniz? Çox az əfrad reject edilir. Vəli hidayətlə bərat oldu muhtəvai hərfeyi. Çünki tərəf həzinə eləyir və xatir ki, nəticə alsın. Qətibi yəqin əgər bir dənə faili, videoyu oldu, təsviri oldu. Əgər hərfi olmasa o nəticə almayacaq və bizim gözümüzdən görəcək. در حالی ki, vaxtı ona məşvərət veririk, timhay hərfeyini birazlarına vəst edirik, çox gözəl ittifaqla düşür. Bir dənə sual istəyirəm soruşam bilazdən. Mümkündür ki, bir seri sizə yaxın dostlar məxsusən bundan incikli olarlar. Müntaha soruşmamış və sizin cavabınızı almamış, istəyirəm deyəm ki, radio müstəşarın qapısı o dostlarımızın da üzünə açıq daha gəlib burada cavabiyələrini də bizə deyib və biz onu da müntəşir edirik. Ay Kərimzad, bu bloger dostlarımız niyə belə eləyir?
Neynirlər? Azəymələr, bəzi cinsi şuxluqlar, bəzi xətti qırmızılar çox cabica olur ha. Çox cabica olur. Və hamımız da bundan məsuuluq. Yəni baxın bir gəlirlər bir dənə paltar satmaq adına, bilmirəm, başmaq satmaq adına bir seri bir şuxluqlar, bir seri bir sözlər, bir seri bir ədalar və işlər ki, xop bu elə nəsrdə də yayılır. Buna bir nəzəriniz var, tövsiyeniz var. Biz hala əfrad və şəxsiyyətə həssasiyyətimiz yoxdur. Bəli, xop muhtəvi həssasiyyətimiz var. شاید bir تعداد influencerlər ya çehrələri ki, tولید muhtəvayı hala bazargani edirlər. Ədəbiyyatda düz olmuyor və biz o baş eləmərik. Bəli. Vəli mənim ehsasım budur ki, به واسطه فرهنگ مخاطب əgər bu əfrad özlərin update eləməsələr, həsf olurlar. Və onları qalır ki, usulunla, hirfəgəri ilə, təvəccüh به فرهنگ və əxlaqla gedələr qabaq. Biz burهای müxtəlifə görürük. Bir tədə əfradlar gəlirlər, setar olurlar və sonra səriyən uful edirlər. Bir tədə əfradی ki, şayad məsiri iştibah gəliblər və ehsas edirlər bura bir bəstəri برای درآمد اقتصادی وارد olurlar. Bu qəşəng. Və giriftar olurlar o fəzada. Bəli. Mən burada fərdi ki, fəal fəzai məcaziyəm, onlardan istəyim budur ki, bir تعداد usulü heç vaxt ayaqlarının altına qoymasınlar. Çünki müxatəb Azərbaycani və Təbrizi onlara həssas. Biri ədəbdir, əxlaqdır və fərhəngimizdir. Azərbaycan mərdumi fərhənginə həmişə güvənib. Və sizin əgər muhtəvaz bulan fərhəngin zir sual aparar, ədəbiyyatın zir sual aparar, heç vaxt muvaffaq olmaz. Şayad bir borhə görüşəsiz və sonra həsf olasınız. Və biz bunu təcrübə eləmişik. Və در کنار bu bir تعداد influencerlər yaxşı məsir intiqab ediblər. O da məsir karhay xeyridir. Xeyir işlərdə pişqədəm olublar, gözəl hərəkətdir. Bəstəri ki fərahem olub, bəstəri aparıblar به سمت karhay xeyr. Və bu çox mən bir təzə əfrad tanıram ki, şayad əvvəl videolarına siz baxsaz, siz buyuran kimindilər. Şayad tərk ədəb ediblər, ədəbiyyatda diyaloqlar müntəbiq bər adab və usul rایج bizim ustanımız ya bizim məntəqəmiz deyil. Bəli, الان əslən o cür deyil. Təzələr təğyir tapıb və kamilən usulla gedirlər. Müxatəblərin isə bərabər olur. Bu çox ərzişli. Xoş, ağay Kərimzadə əziz, bir dənə bir çox gözəl hərəkət vardı sizin məcmuədə Salam Nəsr adında. Bəli. Bunu danışaq, sonra burada da yazmışam ki, yadımdan çıxmasın, Mahnamə Nəsr Azərbaycanı danışaq. Mənim içərimdə bir dənə mobildən kağaza qeytmaq həsrəti var. Bəli. Və mən bilmirdim Nəsrin Mahnaməsi var. Bəli. Bu elə bir bəxşi də mənim qüsurumdur. Biraz da şahid siz düz pərdaxt eləməmisiniz, buna gəh yetişək. Bəli, Salam Nəsri danışaq, sonra keçək Mahnamə Nəsri. Çəşm. Salam Nəsr bir bəxşidir ki, müxatəblər yaratdılar. بعد از اینکه نسل تبدیل oldu bir dənə جایگاه رسانه‌ای باثباتا biz müxatəblərdən gördük hər kim pəyam yoldur, xüsus pəyamهای صوتی və video. Əvvəldə deyir Salam Nəsr. Və buna hüviyyət verir. Və bir daha da məxsus ləhn var axı. Deyirlər Salam Nəsr. Bəli. Bura məsələn Salam Nəsr, məsələn Salam ağay Nəsr. Bəli. Salam ağa Nəsr. Məsələn bu zətlər var, bu ədəbiyyatda zətlər var. Və cəlibdir ki, çox müxtəlif diyaloqlarla ibarət Salam Nəsrdən istifadə edilir. Və biz gördük ki, bu da cəlib bir ittifaqdır və hətta buna billboardlar da vurduq Salam Nəsr qalibində. Şayad روزانه بالغ bər bizə həddəqəl 100 mورد Salam Nəsr gəlir. Əlbəttə hamısını bəxş eləyəmirik. Bəziləri xub ارزش xəbəri rəsanəsi yoxdur. Bəziləri موضوعات şəxsidir. Bəli, موضوعاتی ki fəragir ola, həmin ارزش‌های xəbərdə həddəqəl ikisinin üçün olsa biz onlara pəxş edirik. Mən də yollamışam o. Bəli. Mən də yollamışam. Lütfən gedib münaqişə. Bəli, o da müntəşir oldu. Parçaların birində bir ailə gəlib oturmuşdu. Sonra da yığışdırıb getmişlər. Bəlli idi ki, otda isti idi, təzə idi. Zibilləri löcü qalmışdı. Və mən fəqət o videoda deyim, bu fəqət yetişsin. Görək bunlar fikir edirlər, bunu gəl kim götürər? Kimin vəzifəsidir gələ bunu götürər? Biz aynı anda Salam Nəsrdən sujələr almışıq. Bəli. Hətta bəzi موقعlər təbdil olub da cərəyan səyyal rəsanəyə. Məsələn, در مورد بحث قطع درختان جنگل‌های ارسباران Qəradağın cəngəllərinin موردində müxatəblərin videoları idi ki, təbdil olub cərəyana
و به نوعی حتی داستان da وارد عمل oldu، منابع طبیعی da وارد عمل oldu şu neçə dənə mورد bəhs qət'i qeyri-mudaz ağaçları, cəngəlləri, meşələrimizi tutdular, bazlaşdırdılar və bir daha cərəyana təbdil oldu. Çox ərzişlidir. Çox ittifaq düşüb bu موردlərdə. Ya məsələn əxirən elə bu 2 işini گذشته bizə çox salam nəsr gəlir در مورد qəbzهای نجومی su Təbrizdə və bir xas məhəllələrdə ki bu günlərim abi Fazılab cavabıya verdi o da buydu ki bəli iştibah bizdən idi. Kontorxan düz oxumayıbdı və onların hamısı qeydəcək halət əvvələ filan. O bunlar da sahəyi həman salam nəsrlərdir. Cəlib. Çox qəşəng. Mahnamə Nəsr Azərbaycan. Mahnamə Nəsr Azərbaycan həman dəqiqəyə şəz talib var bizdə də vardı. Yəni bazgəşt be رسانه məktub və bu üç adam mütaliə eləyəndə به جای اینکه hey klik eləyə ya səhifə çevirə, kağız əlində olan mütaliə eləyə biz o səmtə getdik və mücəvviz نصر آذربایجان در قالب ماهنامه aldıq. متاسفانه به واسطه افزایش قیمت kağız və bu işi biz çox ba keyfiyyət çıxardırdıq. Yəni təqribən 4 şumarəyə çıxıb çox ba keyfiyyət çıxıb və cəlibdir şumarə 4-də 130 səhifədən nəzdik 30 səhifəsi agəhiهای candardır. Yəni yuxarı bir vəzn agəhlərdir. Biz onu nüsxə digitalda oldu. Əvvəlin mahnamə digital quyə idi. Yəni siz səfəni açırdınız və oxuyurdu biləcə فضای مجاز و çox yaxşı ittifaqlar düşürdü. Bəli, əfsayiş qiymət kağız bir miqdar tormuzumuzu çəkdi. Bəli, eləmişik 2 fəslnamə. Yəni səyimiz bu hətta ildə 2 dənə çıxardaq və 2 dənə çox vəzin olsun. İş şumarəsini əxirən çıxartdıq, iş şumarəsini fikrim ilin başınızdan çıxartdıq. Əlimizdən nə gələr mahnamıya? Ki olur 2 fəslnamə. Mən istəyirik ki, sizdən yaxşı mətləblər ki حالا حوزه‌های مختلف də ola bilər. Biz məmulən hər şumarə az Nəsr Azərbaycanda bir pərvəndə peygirləririk. Əxir pərvəndəmiz pərvəndə həml və nəql və logistik, həml və nəqlidir, tranzit, həml və nəqlidir. Ondan qabaqçı seri zəlzələ Türkiyə Suriyə pərvəndəmizdir, bir seri təlaq pərvəndəmiz olub, xanəvadə pərvəndəmiz olub və bu cür gedirik qabaq. Bəsəra. Siz də hər nə mənə layiq bilsəz məcmuəni. Qurban olun, var olasınız. Əlimizdən gəldiyi qədər hər zaman ki müntəşir oldu, biz də radio müstəşarının səfəsində yayarıq bunu. Ay Kərimzadə əziz, fikr edirsiniz sizin radio müstəşara nə köməkliyiz keçə bilər? Çünki baxın, bir radio müstəşarın hədəfi bəllidir, risaləti bəllidir. Çox müşəxxəs bir rəvəndlə biz gedirik qabağa. 3-cü sezonda da yolun əvvəlindəyik. Xop, Nəsr çox böyük bir rəsanədir, çox nafiz bir rəsanədir. Əmir Kərimzadın adı nafiz bir addır, mötəməd bir addır bu şəhərdə. Sizin bizə nə köməkliyiz keçə bilər? Mən ala o ki radio müstəşardan anladım. İstəyir mərdumun içində olan və mərdumun bir tədad tarix şəfaəsini bazgü eləyər. Və bu da Azərbaycan millətinə uyğun və əlaqəməndir. Biz به واسطه o zərfiyyəti ki icad olubdur Nəsrdə, ki Instagram səhifəmizdə, ki web saytımızda elə bilirik ki yaymaqla, postay müştərək qoymaqla, təbliğat eləmaqla ki müxatəb bunu daha da çox da qəti bir yəqin özünün yaxşı caygahızlar YouTube'da. Elə bilirik bir miqdar bunu به واسطه ki müxatəbiz, müxatəbə xas məntəqə Azərbaycandır. Biz də öz zərfiyyətimiz qədər xidmət edirik. Var olasınız. Çox sağ olun. Bu köməkliğinizin üstündə biz hesab edirik. Mütşəkkirəm. Və mənim son sözüm, son sualım bu olsun ki, aya mənim soruşmadığım, vəli sizin demək istədiyiniz bir zat qalıbdır? Mən əvvələn çox danışığı söydüm. Çox gözəl və mütəfavit bir danışıq idi. Bu işi ərziş verdiniz. Bir daha xəbərnigara, roznamənigara ki, tamam həmğəmmimiz ustanımızdır. Mən qəddan tamami həmkarان رسانی ustanımızıq. Tək be tək heç birinə bedidi rəqib baxmarıq. Hamısı bizim həmkarımızdırlar. Arzum fəqət səm arzumu deyəm. Arzum var ki, Nəsri bir dənə sazman rəsanəyə təbdil eləyək. Ki, orada nə tənha pol beyn mərdum və məsullar, bəlkə pol beyn xud mərdum olaq. Yəni, mərdum niyazlarını bir bilən, müttəli tapmaqla həll eləsinə və bu gözəl bir ittifaqdır. Bu da در sahəyə göstərdiyi ola bilər, fəragir ola bilər. Ümidim var ki, bir gün sazmanı rəsani Nəsri biz iftah eləyək. İnşallah. Və onunla böyük işlər qədəm götürək. Bəli. O günkü Nəsrin 2 nəfər personeli var idi, 25 nəfər olmaq arzu idi. Bəli. İndi ki 25 nəfər olub 250 nəfər də asılıq.
Çox az zamanda. Bir dənə də Ağay Kərimzad, mənim nəsrə bir pişnahadım olsun. Baxın, mən təxəssüsü işimin icabı, şəhrimizdə çoxlu kəsb karlara tərəfi məşvərətəm, müşavirəm belələrinə, məxsusən sənəti vahidlərə. Bir dənə bir əcib نیروی insani çalışı vardı. Bəli. Yəni iş axtaran o kəsb kar sahibini tapanmır, kəsb kar sahibi də iş axtaranı tapanmır. Mən əxirə məcmuələrin birindəki müşavir idim, gördüm ki, nəsrə bir dənə agahiyyə istihdam veriblər. Və mənim nəzərimə nəsr bu mövzuda rolun daha dərin oynaya bilər ki, əslən bir dənə vasit olsun axtaranların arasında. Mənim də öz əlimdən gəldiyi qədər bu mövzuda xidmətçidə varam. Çünki bu ustan çox hevikdir ki, biz bir belə potansiyelimiz ola, şəhrimizin cavanları işsiz olalar. Bu tərəfdən görürük, hamı axtarır, işləyən axtarır, niruy kar axtarır, çə təxəssüsü, çə nimə mahiri, çə mahiri və ilə axır. Və bu tərəfdən də cavanlarımız iş axtarırlar. Mənim nəzərimə nəsr çox dərin bir rol bu mövzuda oynaya bilər. Qətlən aynandır. Fəqət bir nöqtə ərz edeyim. Burada sirfən بیبینه و سلامخ دهیر. بعد از کرونا متاسفانه فرهنگ کار bir miqdar təğyir tapıb. به خصوص نسل جوانlar. Bəli. Alən siz çox ittifaqlar düşür başlarından. Çünki biz agahiyyə istihdam qoyuyor, çoxları zəh vurar. Mən mütəəssifanə mədud əfrad olub ki, mərif elədiyim yerlərdə gəliblər, məşğul bir kar olublar. Və dayanıblar. O tərəfdən karfərma da o حداقل‌ها نظر داره بعض وقت اصلا اضافه کار و بحث شرایط کار و سرویس و نهار و فلان نظر لنده ولی متاسفانه جوان ناموزه فرهنگ کار دهشلب کاملا با یعنی بی مقدار کارهای مجازی و دیجیتال و فلان بی مقدار bu بحث حالا اسنپ و تپسی و فلان bunlar فرهنگ کار bu işi səhər çalışıb saat 7:30-da bir yerdə kat vursun və saat 3:30-dan çıxsın dəhşilib. Tərəfəsən qəbul eləmir. Ya mesela mən oynuyor neçə bərabərən taparım. Heç tapanmasa da bu zehnində var ki, bəli taparım. Tapsaydı işin də aslan getməzdi. Biz ya bu fərhəngin üstünü işləyir. Sizli bizli köməkləşək. Ki bəhs fərhəngi kar və bu işi bizim böyüklərimiz ki, ala bir növi biz yo karterhay iqtisadi ustanımızla hardan gəliblər oraya yetişiblər. Alın cavanlarımız istilə bedin ki, zəhmət çəkələr, rah sətsaların yekşəbət eləyirlər. O da imkan pəzir deyil. Hər nə mən istəsək müvəffəq olub, gəl zəhmət işəm. Bunun üstündə bahəmlıqda bir köməkləşmə. Niyə ki yox? Niyə ki? Qabaqda gedəni siz olun, əlimizdən nə gəlirsə. Bütün agahiyyə istihdam qoyuruq, hala çoxları da nəticə alır və idamə edirlər. Vəli, be qolu siz bir tərəfdən bir karımız çoxdur, bir tərəfdən duyay karı, nəfər içi nüruy kar istir. Vəli xob, bizim ustanımız be vasitə sənəti olmaq, niyaz bir nüruy karı var. Mən əxirən də eşitmişəm mütəəssifانه به دنبال نیروی کار خارجی دلن. بله دقیقاً özür. Mən neçə mövriddə نیروی کار mütəxəssis xarici məxsən dövrəbər məmləkətlərdən gəlib orada işə başlamağını da görmüşəm. Hələ mütəxəssisin vijigilər var ki, bu gəlir intiqalı dada verir. Yox, burada da danışgah sənəti Səhənd var, danışgah Təbriz var, danışgah Azadlıq var. Bəli, xub indi yetişib karger həddinə. Bəli. Yəni kargeran کشورهای خارجیdən gəlsin, halı bir xüsus əfaqanadan ki, bunlar məmnundur bizim ustandə. Zəncandan bu hələ به کارگیری نیروهای افغانı məmnundur. Bu ittifaq düşsə təbəaتی ki, biz الان کرجdə, Tehranda, Məşəddə görürük در مورد bu kargeran افغانı qətan burada rüsux edəcək ki, hala müqavimət vardı, ümidvaram ki Pəs əl-ələ verək qoymayaq. İnşallah. Əl-ələ verək qoymayaq. Xoş. Çox mütəşəkkürəm. Ay Kərimzad, çox şirin gəldi. Yəni ləzzət apardım. Var olun, mən də həmçinin. Çox mütəşəkkürəm. İnşallah vədə alaq ki, gələn görüşlərdə də Günəşin qulluğunuzda olaq. Hörmətli ailəzdən də mənim adıma radio müstəşar adına təşəkkür edin ki, gecənin bu saatına can. در واقع mütəhəmmil oldular ki, biz sizin qulluğunuzda olaq. Mən də həm arzu müvəffəqiyyət edirəm radio müstəşar. Çox sağ olun. Əlimizdən gələn qədər xidmətiniz yox. Ümidvaram ki, bir gün yetişər ki, radyo müstəşarın müxatabı balay 1 milyon. İnşallah, inşallah. Çox sağ olun. Məmnunam, məbədsiz. Ovqatınız xeyir olsun. Sağ olun, var olun. Xudahafiz.